Süper. Olur. Okey. Onda sual cavab onu can dərsə qalsın. Bugünlük nə deyəcəyik? Yenə nəzər hissəyə tanış olacağıq biraz. Gördüyünüz kimi nəzər hissələrdə bizlərimizə baxmalı bir xeyli hissə var. Ondan sonra da əgər vaxtımız qalsa kod yazarıq. Qampusda göndərsə biraz yazarıq deyə. Okey. Deməli bu gün edəcəyimiz hissə nədir? Bu gün yenə sizlərlə tanış olacağıq bu neural networkların arasındakı məntiqlə nələr baş verir. Xüsusilə optimization alqoritmalarının bəzi maraqlı xüsusiyyətlərinə tanış olacağıq. Məsəl üçün biz gradient descentdən istifadə edirdik indiyə kimi. Onun müxtəlif növləri var. Onlarla tanış olacağıq. Adam olsun, RMS probe olsun və s. Onları görəcəyik. Çünki indiyə kimi misal üçün müəyyən qədər misal üçün bir çox şeylə tanış olduq. Doğrudur. Klassik machine learning alqoritmalarına tanış olduq, odur budur. Deep learning-ə tanış olduq, amma bu optimization alqoritmalarından ən çox gradient descent haqqında danışırdıq. Amma digərlərinin nə qədər önəmli olması, harda işə yaraması və s. haqqında indi bu gündən danışmaya etibarən başlayacağam. Hansı ki, əslində praktikada dəhşətli dərəcədə çox geniş istifadə olunur. Hətta bu Adam və s. adətən gradient descentdən daha çox istifadə olunur. Hansı ki, onun bir növ uzantısıdır, amma yenə indi daha ətraflı danışacağam. İndi birinci mini batch gradient descent barədə danışaq. Hansı ki, bu haqda bilirik, elə o xətti modellərlə, linear modellərlə tanış olanda bu hissə haqqında danışmışdıq. Amma yenə də gəlin bir dəfə də üzərindən keçək. İndi dediyim kimi təəssüf ki, bu gün heç birinizdə səs işləmir. Ülviyə xanım, sizə mikrofon işləyirsə sualları sizə verəcəm bu günlük. Yaxşı. Deməli, bizdə batch və mini batch gradient, ümumiyyətlə bizə o gradient descentdən istifadə edəndə 3 dənə fərqli versiyasından istifadə edirik. Doğrudur. Bunlar hansıları hatırlada bilərsiniz? Mini batch'də bir var bir götürəndə olur stokastik. Əgər müəyyən bir batchlə 32 və yaxud da ki müəyyən size ilə götürəndə olur mini batch. Bütöv data ilə götürəndə olur adı gradient. Evet, doğrudur. O bütöv batch ilə götürməyin mənfi cəhəti hardadır? Bunu deyin kifayətdir. Bizim model overfit edə bilər. Həmçinin lokal minimumlarda da ilişib qala bilirdi. Amma kim neural networklarda yadımda gəlir ki, daha çox belə subtle belə düzvari olurdu deyə onlara müəyyən bir impuls lazım idi ki, hərəkət eləsin. Daha çox lokal minimum problemi yox, daha da davam eləmək problemi var idi deyəsən. Evet, o settle point deyirdilər və o düz ərazilərdə ilişirdi, doğrudur. Amma belə ümumiyyətlə o batch gradient descentinin böyük problemi oradaydı ki, çox böyük datada çox yavaş işləyirdi. Doğrudur, əsas problemimiz buradaydı. Onun üçün bizdə mini batch və stokastik var idi, tamamilə doğrudusun dediyiniz kimi. İndi bu haqda bundan əvvəl danışmışdım çoxdan, amma gəlin bir dəfə də üzərindən gedək, daha yaxşı başa düşə bilmək üçün. İndi biz onsuz vektorization barədə danışmışdıq. Doğrudur, vektorization bizə nə imkan verirdi? Daha sürətli şəkildə, paralel şəkildə hesablama aparmamıza imkan verirdi. Doğrudur. Amma problem oradadır ki, datanın ölçüsü böyüdükcə biz yenə də bütöv modellər, bütöv data üzərində eyni anda hesabatı görə bilmirik. Çünki kompüterin o hardware hissəsi bunun yəqin ki, datanın ölçüsünə və s. şeylərə dəyişir, ancaq kompüterə görə. Amma hamısı adətən data kifayət qədər böyüdüsə, hamısının birbaşa hardware-yə sizdə yerləşmiş. Eyni anda hesabatı görə bilmirsiniz vektorization-la belə. Ona görə də adətən siz nələr üzərində işləyirsiniz? Mini batch-lər üzərində işləyirsiniz ki, bu işi sürətləndirir. İndi ki, bizdə stokastik var idi. Stokastikin yaxşı tərəfi hardaydı? Sürətli idi, amma onun da pis tərəfi var idi. İndi o vaxtda danışmışdım, onun təzini danışarıq. Ümumiyyətlə biz adətən praktikada nələrdən istifadə edirik? Mini batch-lərdən istifadə edirik. Doğrudur. Yəni datanın müəyyən subsetindən istifadə edirik. Bütöv data isə batch, hansı ki, bu adəsində bəyənmirəm. Batch. Məncə yaxşı adlandırma deyil. Full batch da deyirlər. Hansı ki, bəlkə full batch daha yaxşı addır. Bəlkə də, amma yenə də. İndi biz adətən praktikada mini batch-lərdən istifadə edirik. Yaxşı, mini batch-lərin qısaca məntiqi necə olur? Datamızı götürürük, müəyyən batch-lərə bölürük. Məsələn, bu halı deyək ki, minlik. İndi bu necə bölmək lazımdır barədə sonrakı slaytlarda danışacağam, amma yenə də. Daha kiçik hissələrə bölürük bu formatda. Ondan sonra isə, misal üçün, ola bilər ki, birinci batchimizdə ilk 1000 data doğrudur, 1-dən 1000-ə qədər. İkinci batchimizdə 1001-dən 2000-ə qədər və bu formatda bir neçə dənə, indi nə qədər data varsa bölünsün 1000 batch-ə bölürük. Doğrudur. Qısaca məntiqimiz belədir. Deyəsən, okey, bu formatda bölürük. Doğrudur. Və bunu artıq etdikdən sonra nə baş verir? Artıq mən bu kompüterə eyni anda datanı göndərirəm. Artıq batch-lər formatı göndərirəm. Deyirəm ki, bu batch-i göndərdim, input, bu da həmin batch-in cavabı. Doğrudur. Ondan sonra isə məndəki modeli nə etməyə çalışacağam? Müəllim, Hövney xanım deyir ki, ekranı paylaşmamısınız. Paylaşılmalıdır yoxsa? Belə paylaşılmalıdır. Oy, sorry.
Tamam. Okay, əla. Deməli, indi bizdə müxtəlif bətçlər var idi. Orada bətçələr belə sonra batdı. İndi bu formatda qeyd edirdik. Doğrudur. Ümumiyyətlə bu notationları bilməyinizi yaxşı istəyirəm. Bu yumru təzə olanda, iyi olanda şey deməkdir, ininci training example, doğrudur, 5-ci, 10-cu və s. Adətən bu 4 içərisində layer, 5-ci layer, 1-ci layer və s. Bu curly bracket içində olanda isə buna isə batch, yəni birinci batch, ikinci batch və s. formatına bölünürdü. Yaxşı. İndi misal üçün dediyim kimi biz nə üçün hansılardır batch-dən istifadə etməyik? Çünki əlimizdə çox data varsa, o training size 5 milyon sətir datamız varsa, ya da 5 milyon şəkil indi nədirsə, onun bütöv model üçün çox böyükdür. Doğrudur. Biz nə edirik? Kompüter üçün böyükdür. Ondan sonra isə nə edirik? Onu kiçik bətçlərə bölürük. Misal üçün 5 min bətçə bölə bilərik. Doğrudur, 1000 dənə. Və bu formatda artıq modelimiz o kiçik bətçə üzərində öyrənməyə başlayacaq. Mini batch gradient descent. Ümumiyyətlə düstur olaraq, xüsusi olaraq heç nə dəyişmir. Bundan əvvəl öyrəndiyimiz və bildiyimiz hissələrdə. Sadəcə nə edəcəyik? Artıq hər batch bitdikdən sonra həmin qradiyentlər update edəcəyik. Doğru, düsturda yenə heç nə dəyişmir. Bizdə buna əvvəlki düstur necə W1, misal üçün şeylər üzərində gediriksə, individual samplelar üzərində gediriksə X1 üstə yansın B1. Doğru. Yəni bu formatda bura sabit qalırdı və bir şeydir. Müxtəlif samplelar üzərində edirdik. Ya da ki X-i göndərirdik. Misal üçün bütöv datanı göndərirdik və bu formatda update edirdik. Doğru. Yəni düsturda heç nə dəyişmir. Həmişə olduğu kimidir. Sadəcə dəyişən isə hardadır? Burada XT, yəni ki batch göndərmişik. Doğrudur. Və misal üçün bu 1000 dənə sample. Onsuz düsturu buradakı hissə işləyəcək broadcasting və vektorizasiya ilə bağlı olaraq. Ümumiyyətlə misal üçün deyək ki bu 5-in 1-ədirsə, doğrudur. Bu olacaq 5-in neçəyəsə, neçəninsə 1-ə, doğrudur. İndi bu iç tərəflər bir-birinə bərabər olmalıdır. Bu da bu 5-in 1-əni misal üçün qaytaracaq. İndi əslində bu 5-in 1-ə də olmur bu arada. Hətta 5-in neçəyəsə dedim də doğrudan həfsə. 5-in 1-ə bura dedim. Okay. Bu formatda bu bizə şeydir, adi xətti düsturun cavabı qaytarır. Sonra activation yerinə heç nə dəyişmir. Sonra indi müxtəlif layerlərdə də eyni əməliyyat təkrarlanır. Doğrudur. Və bu zaman yenə vectorized implementation, yəni vektorized şəkildə hesablayırıq, sadəcə batchlər üzərində hesablayırıq. Bu da bizə sürətli şəkildə hesablamamıza imkan verir. Ondan sonra isə cost functionumuz necə dəyişir? Cost functionumuzda yenə o da sadə bir məntiqlə gəlirik. Bölünsün m idi, o bütöv training size. İndi bölünsün 1000, yenə də m yazırıq, amma yenə də m batch size deyək. İndi batch size'ımız 1000 olduğu üçün 1 bölünsün m. Ondan sonra da loss functionumuzu hesablayırıq. Yaxşı, indi misal üçün regression məsələsi, root mean square error, mean square error, root mean square error, nəsə də nə lazımdırsa onu sizdən hesablayırıq. Doğrudur. Plus, buradakı ifadə nəyin düsturu idi ki, matalayır? Azı üvey xanım danışa bilir bu gün, amma yox. Nəyin düsturu? Regression, Regularization, əllas. Hansı? Obrisi adı nə? Kvadrat olan reach. Reach, əllasız. Reach R2 regularization'ın düsturuydu. Doğrudur. Sadəcə adi cost functionumuzdur. Buradakı hissəyə gəldik. Və bu da deməli bizə cavabı costumuzu hesablayırıq hər batch üzrə. Doğrudur. Ondan sonra da parametrlərimizi update edirik. Doğrudur. Backpropagation'dan sonra gradient descent'dən parametrlərimizi update edirik. Yəni bu 50-ci layer'də 50-ci hissədə w bərabər w çıxılsın, learning rate vurulsun w-nin törəməsi. Doğrudur. Bu formatda update edirik və yenə bir batch nədir? Bütöv training datası üzərinə getməkdir. Bu batch içərisində nə edəcəyik? Sonra bir epox nə idi? Bütöv data üzərində getməkdir. Doğrudur. Onu və bir epoxda da bir neçə, bu halda 1000 batch üzərində gedəcəyik. Doğrudur. Birinci batch, ikinci batch, üçüncü batch, dördüncü batch. Yəni bütün batchlər üzərində gedəcəyik. Doğrudur. Ondan sonra bütün batchlər bitirdikdən sonra bu olacaq bir epox. Yəni buradakı hissəsini bilirsiniz. Ondan sonra dəhşət çox dərin düşməyimə ehtiyac yoxdur deyə düşünürəm ən azından. İndi gəlin bu mini batch gradient descent'i başa düşmək üçün biraz da belə gedək. Çünki yenə mən aslında çox tövsiyə edirəm ki, bu loss funksiyonlara baxanda, vizuallaşdıranda və s. önəmlidir sizin başa düşməyiniz. Buradakı qraf sizə nə deyir? Aydın məntiqlidirmi, məntiqsizdirmi, hər şey normaldırmı, deyildimi və s. Bunlar başa düşmək önəmlidir. Hansı ki, Septimius Parkda danışmışam, amma vizual olaraq göstərməmişdim. Əgər siz batch gradient descent'dən istifadə edirsinizsə, adətən sizdə loss function belə olmalıdır. Yəni bu vizuallaşdırırsınız, belə bir şey. Cost functionunuz bu formatda vizuallaşmalıdır. Doğrudur. Yəni ki, iterationların, epoxların sayı artdıqca sizdə şey aşağı düşməlidir. Yaxşı? Uyğun bir şəkildə. Əgər nəsə artış baş verirsə, nəsə səhv edib. Aydındır. Ya artıq overfit edir və s. o isə heç amma belə
belə treninq edən zaman artıb düşməməlidir. Yaxşı, belə bu formatda nəsə olmamalıdır. Əgər batchdən istifadə edirsinizsə, aydındır. Lakin mini batchdən istifadə edirsinizsə, artıq adətən bu formata düşməyəcək. Təqribən bu formata düşəcək. Biraz yuxarı, biraz aşağı və s. Nə üçün? Çünki siz artıq bütöv treninq datası üzərində eləmisiniz. Kiçik datanı, bütöv treninq datasını kiçik hissələrə bölmüsünüz, batchlərə bölmüsünüz, doğrudur. O batchlər üzərinə forward edirsiniz, loss hesablayırsınız, sonra backward edib o qiymətləri update edirsiniz. Doğru, kiçik batchlər üzərinə gedirsiniz. Və bu zaman nə baş verəcək? Ola bilər ki, misal üçün sadə bir misal, bir batchdəki misallar sadədir. Doğru, model bunu rahat tapa bilir. Misal üçün deyək, heyvan şəkillərdə bir batchdə içlərdə çox yaxşı ideal çəkilmiş şəkillərdə bir batchdə çətinlər düşüb, odur budur. Aydındır. Yəni eyni çətinlikdə deyil, bəlkə bir batchdə pis gedib, belə datalar pisdir, odur budur. Yəni çoxlu səbəblər ola bilər. Hələ də ümumi istiqamət aşağıdır. Fikir versəz bu da aşağıdır, bu da aşağıdır. Yaxşı. Lakin vizuallaşdıranda cost funksiyonunuzda görəcəksiniz ki, mini batchlərdə belə bir şey alınır artıq. Yaxşı. O da deyim, müəyyən səbəblərdən, o başda dediyim səbəblərlə bağlı bu formatda nəsə alınır. Aydın oldu buradakı hissəsi də. Ümid edirəm burada aydındır. Bütöv datası belə, mini batch isə belə və biz adətən mini batchlərdən istifadə edəcəyimiz üçün adətən görəcəyimiz vizual təqribi bu formatda olacaq. Aydındır. İndi mini batch ölçüsünü seçməklə bağlı, yenə onsuz bu hissəsi haqqında danışmışdıq. Siz mini batch ölçüsünü istəyənə qədər qoya bilərsiniz. Bu neural networklarda, TensorFlow-da, PyTorch-da və s. orada seçə bilirsiniz batch size deyə. Yəni orada adı S7 gedir, stokastik gradient descent gedir, amma siz orada qeyd edə bilərsiniz. Yəni adı S7 getsə belə özünüz qeyd edə bilər. Hansı ki, məncə o da biraz çaşdırıcıdır belə baxın. Bəlkə bilmirəm hansı bir səbəbi var, tarixi səbəbi ola bilər ya da ki, başqa bir səbəbi ola bilər, amma yenə də məncə biraz çaşdırıcıdır. İndi orada siz seçə bilərsiniz batch size nə qədər olsun deyə. Əgər 1 seçsəz, olacaq stochastic gradient descent aydın şəkildə. Doğrudur. Default qiymət səhv etmirəmsə 32-dir. Onu əzbər hatırlamıram, amma yenə baxmaq olar. Yenə PyTorch-da biraz təzəyim görə baxım, amma yenə də. Deməli, enemy sonra baxalım. Deməli, bir seçə bilərsiniz, olacaq stokastik. Əgər orada batch ölçüsünü bütöv training datasına uyğun eləsəz, olacaq batch gradient descent. Əgər o 1 ilə M arasında, M-dəki bütöv datanın ölçüsü də bayaq dediyim kimi, əgər o ikisi arasında bir şey seçsəz, olacaq mini batch aydındır, bu formatda olacaq. Deməli, indi hərəsinin müəyyən üstünlükləri, müəyyən mənfi tərəfləri var. Gəlin baxıb danışaq. Birincisi, gəlin stokastikdən başlayaq. Nisbətən sürətlidir, doğrudur və sadəcə çox randomdur, doğru bu formatda gedir. Bu nəyə görə? Çünki bir dənə sample sən öyrənirsən. O bir dənə sample yaxşı reprezent etməmiş ola bilər, odur, budur və s. deyə. Çox daha qarışıqdır, doğrudur bu formatda. Mərkəz doğru gedirsiniz. Düz learning rate və s. çox qurdalamazsınız, tam olaraq minimum nöqtəyə çatmırsınız. Düzdür, hyperparametrləri qurdalayıb çata bilirsiniz bir növ, ya da çox yaxın, amma yenə də. Amma yenə də, bu stokastikin pis bir tərəfi var, ona görə də biraz çox sevmədiyim bir tərəf var. Nəsə itiririk, elə burada da qeyd olunub, yoxsa sual verdim, vectorization itiririk. Doğru, vectorization bizə nə imkan verir? Kimsə hatırlatsın zəhmət olmasa mənə. Eyni anda bir neçə elementi bir anlıq hesablamaq üçün bir batch məsələn. Doğru, yəni paralel şəkildə hesablama aparmamıza imkan verir. Doğrudur. Və bu bizə nə edir? Və bu ümumi kompüterlər çox effektivdir bu işdə. Xüsusilə GPU-da bu işləri görmək çox effektivdir. Çünki GPU-lar nədən yaxşıdır? Böyük məsələ GPU-lar biraz sadə riyazi işlərdə yaxşıdır. Matrixləri kiçik hissəyə bölüb eyni anda hesablaya bilirsiniz. Qısaca məntiqi budur. İndi və biz bu vectorization hissəsini itiririk. Çünki artıq bir dənə sample götürürük. Yaxşı, baxmayın ki, sürətli olaraq qeyd olunur, amma yenə də o daha effektiv etmək olar. Yəni bir dənə sample üzərində o sürətlidir, amma ki belə overall hansı daha tez treyning olub qutaracaq? Təbii ki, bu mini batch daha effektivdir bu tip hallarda. Əlimizdə bir mini batch var. Mini batch nə idi? O bayaq dediyimiz artıq, doğrudur. O da yəni biraz şeylik var, randomluq var. Doğrudur, bayaq dediyim məsələlərlə bağlı olaraq, amma adətən çox daha düzgün istiqamət edir. Yəni bu qədər məsələn bu belə gedir, belə gedir. Bu daha istiqamətlidir və ən sürətlisidir. Aydındır. Çünki yenə nədir? Batchlərdən istifadə edirsiniz və artıq
Yəni kompüter məsəl üçün 32 dənəsini eyni anda hesablayır. Amma bu 32 dənəsini eyni anda hesablamağı buradakı biri ilə eyni anda hesablamağa təqribi eyni olur. Doğrudur. Nəyə görə? Çünki eyni anda hesabladı. Bir kiçik hissəyə böldü 32 dənəsini. Eyni anda vurmasını elədi, bölməsini elədi, nə hansı riyazi hesabatı elədi və bu da bizə cavabı qaytardı. But isə artıq bilirsiniz, too long per iteration. Yəni hər bir iteration üçün olduqca çox vaxt ala bilər. Amma o nədir? Birbaşa buradakı nöqtəyə doğru gedir. İndi dediyim kimi, adətən praktikada ən çox bundan istifadə edəcəksiniz. İndi məsələyə görə dəyişə bilər, amma yenə də burada qeyd olunub. Misal üçün, ümumiyyətlə nə vaxt hansını seçməlisiniz? Əgər balaca bir trening datanız varsa, misal üçün 2000-dirsə, təqribən batchdən istifadə edin. Heç başınıza atmaya ehtiyac yoxdur. Bütöv dataseti göndərin. Amma artıq onu keçirsə və s. artıq yavaş-yavaş mini batchdən istifadə etməyə başlaya bilərsiniz. Və mini batch ölçüsünü necə seçəcəksiniz? Bax da biraz danışaq. Əslində bu tam olaraq bir cavab demək çətindir, çünki əlinizdəki hardware-yə görə dəyişir. Doğrudur. Nə qədər batch-i eyni anda handle edə bilər? O sizin əlinizdəki kompüter. Əsas sual burada budur. Adətən 32 daha çox istifadə olunur. Yəni ən çox praktikada 32-ni görürəm, amma yenə dəyişir. Məsəl üçün o datanın ağırlığına, əlinizdəki kompüterə və s. görə, olduqca da məsələyə görə və s. dəyişir. Bunu fine tune etməli olduğunuz hyperparametrlərdən biridir. Bax da daha sonra ətraflı danışacağam. Və çox balaca qoymağın da mənfi tərəfləri var. Onun üçün xüsusi şeylər istifadə etmək lazımdır. Neydi o parametrin adı? Accelerate yoxsa accumulate gradient, nəsə belə bir şey etmək lazım. Nokta sonra danışarım. Çox böyük olanda da bəzi problemlər ola bilər. Yaxşı generalize etməyə bilər və s. İndi haqda danışarım sonradan, yatırıcı learning rate seçimi. Ümumiyyətlə, yəni, amma overall qayda budur ki, adətən 2 üstü bir rəqəm seçirsiniz. Yaxşı 2, 4, 8, 16, 32, 64, 128, yəni bu formatda bir rəqəm seçirsiniz. Bu da ki, yenə kompüterin bu 2 üstü rəqəmlərdə daha effektiv aydın işləyə bilməklə bağlıdır. 30 yazsaz ya da baxaq ki, min yazsaz error qaytarır. Yox, təbii ki, qaytarmır, amma ki, belə maksimum şəkildə düzgün istifadə etmək istəyirsinizsə, effektiv istifadə etmək istəyirsinizsə, əlinizdəki şeylərdən 2 üstü bir rəqəm adətən yazılır. Yaxşı. Siz də bu formatda yazacaqsınız, hansını seçə bilərsiniz deyə. Sadəcə əsas qayda oradadır ki, ona əmin olmalısınız ki, sizdəki o mini batch datası nədirsə, demək CPU-yə və GPU-nun yaddaşına yerləşir. Aydındır. Qısaca məntiq budur. O da ki, dəyişir dediyim kimi. Okey, bura qədər budur. Kimisə sualı var bu nöqtəyə kimi? Düzdür, bunlar haqqında danışmışdım, amma yenə də. Okey, deyəsən yoxdur. Növbəti danışacağım hissə isə exponentially weighted average. Bu riyaziyyatda bu exponentially weighted average bilmirəm tam olaraq necə tərcümə edim, amma yəni belə ortalamanı tapmaqla bağlı bir şeydir. Yaxşı, indi sadə bir riyaziyyat üsulu seçəcəm. Sonra isə bunu həmin optimization algoritmalarına tətbiq edəcəyik. Yaxşı, gəlin buradan başlayaq. Onun üçün deyirəm, baxın bu modellərin arasındakı riyaziyyatdır və s. tanış olmaq dəhşət önəmlidir. Çünki indi birazdan keçəcəm bu müxtəlif və fikir verirsiniz bütün slaytlarımızdakı düsturlarda. İndi bunları başa düşməyə çalışacağıq. Çünki bu gün sizə şeyləri göstərəcəm. Bu gün ya da gələn dərsində vaxtımızdan asılı olaraq tapsam. Misal üçün, burada momentum haqqında danışacağım. Daha sürətli optimizerlər barədə danışacaq və s. Nesterov accelerated gradient, hansı ki momentumdur bu. Ada grad var. Ondan sonra RMS prop var, Adam var, Adam Max var, Adam W var, Nadam var və fikir verin ki, bir xeyli optimizerlər var və bunların hamısını yadda saxlaya bilmərsiniz. Yaxşı. Əzbərləyərsə bir tər, amma onsuz bildiyiniz kimi təcrübə öyrənməli olduğunuz şeylər bunlar deyil və başqa hissələri də göstərirəm. Ümumiyyətlə yadda saxlayın. Bu modellərin hansıca riyaziyyatı başa düşməkdir və s. Demək o qədər istəyirəm, amma dəhşət önəmli bir hissədir. Düzgün qərarlar verə bilmək üçün. Məsələn, indi bilirsiniz ki, batch size nəyə görə seçilir? Ondan sonra nə üçün bu hissələri əldə edə bilərsiniz batch edəndə, nə üçün bu mini batch edəndə burada əldə etməlisiniz və s. Bunlar hamısı önəmlidir. Əslində artıq şeydir, Aysel xanım da gəldiyinə görə bu suallara Ülviyə xanım, bir Aysel xanım siz cavab verin. Keçən dərsdən biraz təkrar məqsədli olsun, davam etməzdən əvvəl. Buradakı istəyirəm ki, biraz az da təkrar edə görə necə atılıyırsınız. Əvvəlcə vermək istədiyim sual hardadır? Bu sualı keçən dəfə cavab vermişdiniz, amma yenə də Aysel xanım siz cavab verin zəhmət olmasa. Exploding gradient problemi nədir? Vanishing gradient problemi nədir? Nə üçün keçmişdə problemlər var idi və indi necə düzəltdik? Nisbət. Başqa zəhmət olmasa. Aysel xanım, eşidirsiniz? Deyəsən mikrofonda problem var.
Okey, siz on... Gəldim. Ha, Eşidirsiniz? pələşdir. İnternet çox pisdir məndə. Ha, Megabayta qoşulmağa çalışıram hazırda. ha, tamam, okey. Amma səsiniz normal gəlir. Sualı eşitdiniz yoxsa yox? Okey, tamam. Siz özəldən kimi... İlgin xanım, siz cavab verin zəhmət olmasa bu barədə dediyim suala. Deməli, vanishing gradient problemi o deməkdir ki, bizim neural network öyrənmir. Bunun da səbəbi odur ki, bizdə layer'lar çox olanda gradient hesablanarkən oradakı törəmələr chain rule'a əsasən vurulduğu üçün daha da kiçilir və nəticədə əvvəlki layer'lər, top layer'lər və o gradient çatmır, yəni sıfıra yaxın olur. Bunun müxtəlif səbəbləri var idi. Məsəl üçün, əgər initialization səhv olarsa və yaxud da ki, activationa əsasən törəmə daha da kiçilə bilərdi. Əvvəllər sigmoiddən istifadə olunurdu. Sigmoiddə də belə idi ki, maksimum, səhv etmirəmsə, 0,2 alınırdı olardı törəməsi. O da istər-istəməz vurulanda daha da kiçilirdi. O rəqəm tam yadımda deyil. Mənim tam yadımda deyil, amma deyəsən 0,25-ə oxşuyur, daha çox. 0,25-ə yaxın. Maksimum o idi deyə əvvəl-axır onlar vurulduqca daha da kiçilirdi və top layer'lərə sıfıra yaxın bir rəqəm gəlirdi. Bu bir problem. İkincisi isə ilkin rəqəmlər weightlər çox böyük olanda sigmoid istər-istəməz saturate olurdu. Yəni ki, sıfıra yaxın bir törəmə verirdi. Ona görə də bu ikinci problem idi. Bunların qarşısını almaq üçün vanishingdə birincisi düzgün weightləri düzgün başlatmaq lazımdır. Nə çox böyük, nə də çox kiçik. Baxırdı indi. Onun üçün müxtəlif metodlardan istifadə olundu. Activationa əsasən, məsəl üçün sigmoidlərdə hi-dən istifadə olunur. Bunun da səbəbi average-dən var idi. Bir bölünsün fun average deyəsən. O da ki, average-i tam bilmədim, gərək onu özüm də araşdırım. Amma digərlərində, məsələn, inləri başa düşdüm ki, məsələn, layer'lara keçəndə weightlərin düsturaxı feature'lara əsasən eyni qədər olur. Ona görə də onu bir növ eliminate eləmək üçün enə bölürdülər. Bir də ki, bir də daha hansı var idi? Bir də ki, məsəl üçün dediyimiz kimi activationları dəyişirik. Məsələn, ReLU-dan istifadə edə bilərik ki, saturate olan hissələr az olsun, törəmələr mümkün qədər yaxşı olsun. ReLU-nun da problemi o idi ki, o künc hissəsi var idi. Künc hissədə də birdən-birə gradient elə dəyişir. Onu da eliminate eləmək üçün müxtəlif ReLU-lardan, məsəl üçün istifadə olunur. Onlar haqqında biraz sual verəcəm, amma əla cavabdır. Tamam, süper. Bir də exponential-da şeydir. Məsələn, RNN-lərdə iç-içə getdiyi üçün ola bilər ki, hərdən gradient daha da böyüsün, çünki vurula-vurula gedir. Ona görə də onlarda da bu problemi eliminate eləmək üçün tənəcdən daha çox istifadə olunur ki, şey olmasın da, exponential bir-birinə vurulanda böyük ədəd olmasın qradientdə. Okey, əslində bu cavab çox yaxşıdır, təbrik edirəm. Onun üçün əslində bu yaxşı başa düşmüsünüz. Çox nə üçün bu activationdan daha çox istifadə olunur. O RNN-də və s. çox yaxşı cavabdır, təbrik edirəm. Açıq, yarısından sonrasını tam olaraq qulaq asmadım, çünki hesablayırdım. Səhv hesablamadımsa 0,25 olmalıdır belki dediyiniz sonra. Neyse, dediyim 2 və neyse yadımda qalıb, ona görə sıfırdan ya onda 2 idi ya da %20 neçəyə gəlir. 25, okey, tamam, süper. Deməli, indi gəlin başqa hansı hissəsi var idi burada? Activationlar, okey, indi gəlin bu növbəti sual. Deməli, realda heç ki problem o bir hissəsinin, o ölü nöronlar problemi yaradır. Doğrudur. Həmin problemi həll etmək üçün bizdə bunu Aysel xanım ilə danışa bilirsiniz, siz zəfiniz zəhmət olmazsa. Hansı şeydən istifadə olunurdu? Bu adi realdakı problemi həll etmək üçün biraz daha yaxşısı var idi, hansıydı? Liki ReLU var idi. Orada biz negativlərin törəməsi sıfır yox, sıfıra yaxın bir ədəd tapılırdı. Biz onu alfa ilə idarə edə bilirdik qiymətini. Başqa parametr... Liki ReLU-nun 2 dənə fərqli versiyası var idi, hatırlayırsanız, idi.
biri parametrik idi, parametrik Likert relu, digəri də randomized Likert relu var idi. Randomizedda deməli biz alfanı belə random şəkildə təyin edirdik. Orada hyperparametr kimi təyin olunurdu. Parametrikdə də orada da yəni orada uje alfa hyperparametr yox, parametr kimi təyin olunurdu bir növ. Oradan tapırdılar qiymətini daha. Doğrudur. Ondan sonra ümumiyyətlə bu rellər yaxşıdır, default qiymət olaraq yaxşıdır, bu haqda danışdıq. Bəs bu relin biraz daha bu bəlkə indi dediklərinizdən də daha yaxşı versiyaları var. Hansılar idi və hansı halda onları istifadə etmək istəyirsiniz? Bu haqda danışın və nə üçün biraz daha yaxşıdırlar, biraz misal deyin misal. Relin ümumiyyətlə hansı versiyaları var, bunu deyəcəm otomuza. Relin deməli nə versiyaları var? Yellow var. Deməli sonra nə var idi? Celu var. Orada uje Likon digər he initialization'dan istifadə edilirdi. Sonrasında var idi Gaussian Gelu var idi. Switch mesh başqa bunlar idi. Deməli problem nə idi? Problem onda idi ki, Relu'da pozitivdən negativə keçəndə çox sərt keçiş olurdu. Yəni ki, promoy gradient hər hansı bir qiymətdən sıfıra düşürdü. Yəni biz də bunu istəmirik. Çünki optimization'da falan problemlər yarada bilirdi. Learning cəhətdən trainingdə problem olurdu. Bunun qarşısını almaq üçün daha smooth versiyaları çıxdı Relu'nun. Onlara aiddir bu Yellow ya da ki Gelu. Məsəl üçün Gaussian error linear unitdə Gelu'da belə idi ki, orada probability ilə tapırdılar. Yəni ki, nə qədər bu neyron usefuldur yoxsa yox. Başqa nə vardı? Başqa Celu'da, yox, Switch'də deyəsən özü self idi, self sigmoiddan keçirdi neyronlar ki, özləri qərar verirdilər ki, bunlar nə dərəcədə usefuldular training üçün. Bu versiyalar daha smooth eləyirdi, daha belə deyək, yumşaq keçid olurdu pozitivdən negativə. Ona görə də daha yaxşı nəticə verirdilər. Okay, əlasız. Sadəcə bir sual, nə üçün bəs onları default olaraq Relu'da daha çox istifadə edən default olaraq onları yox? Məsəl üçün Yellow'da belə bir şey var ki, exponential tapmaq lazımdır. Computationlar ümumiyyətlə çox olacaq. Ona görə də sürət baxımından sərf edilməyəcək. Cost ola bilər ki, daha baha qiymətə gəlib başa çıxsın bizə. Ya da ki, biz ümumiyyətlə default olaraq öyrəşmişik ki, birinci basit versiyadan, sadə simple versiyadan başlayaq. Sonra əgər ki, gördük ki, vəziyyət o deyil, digərlərini deploy edək, məsəl üçün istifadə edək. Okay, tamam, çox super cavabdır. Bəyəndim. Bir də şey deyəcəm. Celu'da he-dən yox, Likundan istifadə edirik. Amma qanunumsa doğru idi. O birisi Gaming he idi. O birisi düzdür. İndi bir dənə sual verin, buradan davam edin zəhmət olmasa. Relu və onun növlərində hansı activation'dan istifadə edirdik? Relu var idi. Activation Gaming he. Sonra activation dedim mən. Initialization Gaming he-dən istifadə edirdik, doğrudur. Bəs hansında şeydən istifadə edirdik? Xavier'dan istifadə edirdik, hansılardan? Xavier'dan istifadə edirdik Tanage'dən, Nanda, Sigmoid'də, Softmax'də. Evet, tamam, süperdir. Bəs o Likun'da? Celu. Evet, tamam, çox süper cavabdır, təbrik edirəm. Bəyəndim. Burada Ülviyə xanım, sizdə isə bayaqlar şey dediniz, top layer əvvəlki layerları yox, ən yuxarıdakı layerlərdə. Onu da sadəcə istəmişim not olaraq qeyd edim. O bayaqki cavabınızda dediniz. Amma doğrudur, qalın deyirləriniz. Bayaqlar şey dediniz, o top layer'lara şey çatmır, ilkin layer'lara gradient. Top layer'lar ən yuxarıda olanlar deyə onlara çatır. Adı onun adı necə olur? Lower layer'lar deyirəm, amma başqa adı da var. Bottom mu demək olar mı? Lower layer'lar deyirəm, yəqin ki, ilkin layer'lar və s. Okay, deməli, tamam, super, bu da yaxşıdır. Ümid ikinizin də cavabını çox bəyənirəm. Overall olduqca yaxşıdır, təbrik edirəm. Başqa keçən dərs nələr haqqında danışdıq? Gəlin görək bir tez qısaz. Aha, Best Gradient desən hələ sonra şey haqqında oxumanızı istəmişdim. Gradient clipping deməmişəm. Batch normalization haqqında oxuyun istəmişdim. Və burada başqa hansı hissələri var idi? Gəlin baxa görək. Activationları çox gözəl izah elədiniz. Initializationları çox yaxşı izah elədiniz. Vanishing, exploding gradient problemi çox yaxşı izah elədiniz. Okay, onda gəlin bir dənə də sual və bugün keçən bitirə bilərik. Aysən xanım, yenə olsa cavab verin zəhmət olmasa. Çünki Hamza bəy də bugün alınmır. Hürnək xanımsa ümumiyyətlə mikrofon yoxdur. Deməli, batch normalization haqqında danışmışdıq. Ümumiyyətlə, məsələn, biz bayaq Ülviyə xanım yaxşı şəkildə izah elədi ki, o şeydir, yaxşı initialization kömək edir, yaxşı activation function kömək edir, odur, budur və s. deyə.
Amma o problem hələ də qayıdır geri. O vanishing head, exploding gradient problemi. Nəyə görə qayıdırdı? Birinci onu izah edin. Ondan sonra da necə həll edə bilərik onu? Tamam. Deməli biz initializationdan istifadə eləyəndə onu ilk layerlarda istifadə edirdik ilkdə. Və oradan sonrasında mən hər dəfəsində məsəl üçün gradienti update eləyəndə, gradient descentdən istifadə eləyəndə ümumiyyətlə müxtəlif activation funksiyalarından istifadə etdiyim üçün nəticələr də getdikcə dəyişirdi. Yəni variansı dəyişirdi. Məsəl üçün aralıqları böyüyürdü. Outputlar dəyişirdi. Ona görə də bir növ datada covariant, input covariant kimi problem yaranırdı. Drift yaranırdı yəni. Bu problemin qarşısını almaq üçün normalization tətbiq etmək lazım idi. Və bunun üçün də biz batch normalizationdan istifadə edirik. Əslində bundan qabaq, məsəl üçün, yəni ki, batchdan qabaq apply eləmək olardı nəyi? Datanın minini tapıb, standard deviation'ını tapıb, sonradan apply etmək. Amma ki, o da sərf eləməyəcəkdi. Ya da ki, whitening, o dokumentdə qeyd eləmişdi ki, whitening normalization deyəli bir şey vardı. O da sərf eləməyəcək. Çünki, məsəl üçün, costly olacaqdı. Hər dəfəsində ümumi data üzrə tapacaqdı. Covariance matrix tapmalıydı, standard deviation tapmalıydı, mini çıxmalıydı və bu bütün data üzərində baş verdiyi üçün çox costly əməliyyat və uzun vaxt, training vaxtı çox olacaqdı. Ona görə və whiteningdə belə bir şey vardı ki, bütün featurelar üzərində olurdu. Ona görə də batch normalization dedi ki, ümumiyyətlə iki dənə approach-la yaxınlaşdı. Birincisində elə götürdülər ki, deməli, option featurelar yox, bir dənə hər bir feature-ı individual şəkildə tapsınlar. Minini və standard deviation'ını, onu normalize eləsinlər. Ondan ikincisi də o idi ki, deməli, bütün datada yox, kiçik data hissələrində onu eləsinlər. Mini üzrə getsin o. Həm daha yaxşı. Necə? Bəstə üzərində demək istəyirsiniz yəni? Həm deməli vaxt baxımından yaxşı olacaqdı, həm də ki cost baxımından daha belə deyək, cost effective olacaqdı. Okay, tamam, süper. Və batch normalization hər bir deməli, ümumiyyətlə deməli activation function'ın içərisinə girirdi, batch normalized olunmuş Z-lər. Belə bir şeydir. Okay, tamam, süper, yaxşı cavabdır. Batch normalization biraz əvvəl hissələrdə var, onlarla danışmışam, onun gəlində danışacağam, yaxşı cavabdır. Olmuşdu, yadıma çıxır. Ev problem bir şey deyil. Okay, aslında ikinizin cavabları çox süperdir, bu qədər. Bu günə bu qədər sual cavabda. Təbrik edirəm, yaxşı cavablardır ikinizdə də. Bu arada, indi davam etməz əvvəl tez Ülviyə xanım sizdən bir şey soruşurum. Sizdə EPAM-da necə gedir? Təzədən savır yoxsa sadəcə nə edirsiniz hazırda? Hal-hazırda prosta deyiblər ki, bunları öyrənin EPAM Learning-də. Əsasən Python üzrədir. Yəni ki, machine learning falan yadımdan çıxır. Python-u daha çox dərindən. Məsələn, orada Python Core var idi, kurs. Onu bir həftəyə bitirdik. Sonra indi Python test var. Onlara baxdıq. Bizdə bir də Cloud-u deyiblər öyrənin. Cloud-u nəzəri hissələri sən demək çox uymuş. Onlara yəni ki, bilmədiyim şeylər o hissədə çoxdur deyə, axırda indi başlayıram oxumağa. Belə, hələ ki oxuyuram. Deyiblər ki, Cloud-u tez bitirənlər 18 maya kimi sprintlər üzrə neysə təlimlə də şey olacaq. Elə bir ki, normal proyekt kimi öyrədəcəklər də necə. Amma 2 dənə roundlar vardı. Biri bu 18 may tez bitirənlər, bir də ki 15 iyunda. İndi görüm hansına çatır. Hansı bir kurs atıblar Cloud-la bağlı, istəyiblər ki, prosa öyrənin? Elə, əgər siz girsəz, orada EPAM-da X-Stack var. Orada yazılıb ki, AWS Fundamentals. Həmin ora basanda, klikləyəndə hər bir səhifələr çıxır. Həmin səhifələrdə linklər var. Linkə klikləyirik. Orada məsələn sizin göndərdiyiniz məsələn kurs var deyə AWS Fundamentals Coursera-da. Məsələn 10 səhifəsi çıxır AWS-in özündə Skill Builder-də. Skill Builder əsasındadır. AWS-də, okay, link AWS Skill Builder-ə gedir. Okay, tamam, var. Orada onlarda şey var, tasklar var, syndicate-də falan bir işləyirik, göndəririk, avtomatik test edir. Deyir ki, necədir, onu hələ quraşdıranda da problemim oldu. Ona görə belə. Okay, tamam, sevindim əslində, maralı şeylər öyrədirlər. Okay, tamam, əla. Onda gəlin davam edək. Dediyim kimi, ikinizin cavablarını çox bəyəndim. Gəlin buradan davam edək, bu nədir belə? Okay, gəlin buradan davam edək. Görək başqa nələr edə bilərik deyə.
Burada başqa nəsələr var. İndi isə exponential weighted average-dən tanışacağıq. Birinci riyazi düsturu olaraq bir neçə slayd olaraq. Ondan sonraki slaydlarda isə nə üçün bu düsturu tətbiq edəcəyik optimizasiya alqoritmalarımıza. Yaxşı, onun üçün başa düşmək önəmlidir. İndi deyək ki, bizə ortalamanı tapmaq lazımdır. Yəni weighted average tapmaq lazımdır və temperaturlar üzərində gedək. Deyək ki, bu Londondakı havanın temperaturları da yaxşı Fahrenheit-la qeyd olunub. Hansı ki, bilmirəm bir insan niyə Fahrenheit istifadə etsin, ayrı məsələ amma yenə də. İndi və burada isə sadəcə vizuallaşdırmışsınız. Qırmızı hissələr hələ ki unudum, bu mavi nöqtələr. Aydındır, birinci gün temperatur bu qədərdir, ikinci gün bu qədərdir, üçüncü gün bu qədərdir kimi onsuz oxumaq bacarırsınız deyə düşünürəm artıq. Və bizə lazımdır. Weighted average hesablaya bilərik. Weighted average necə hesablanır? Gəlirsiniz bura. V0 bərabər 0, yəni 0-cı gün 0-dır. Birinci gündən başlayırsınız. 0.9 vurulsun V0, hansı ki 0 bu halda. Üstə gəlsiniz 0.1 vurulsun θ1, hansı ki bu da birinci gün temperaturudur. Aydındır. Ondan sonra isə ikinci günə keçirsiniz. 0.9 vurulsun W1, yəni bundan əvvəlki buna vurursunuz 0.9-u. Üstə gəlsin 0.1 vurulsun θ2. Üçüncü gün nə olacaq? 0.9 vurulsun V2. Üstə gəlsin 0.1 vurulsun θ3. Yaxşı, bu formada. Və θ bugünkü gün temperaturu. Cəbədir. Məsələn, θ3 bugünkü gün temperaturu, yəni üçüncü günün temperaturudur. Yaxşı. Yəni ortalamanı hesablayanda bugünkü günün üçüncü gün temperaturu vurulsun 0.1. Üstə gəlsin, bu V2 nədir? V1, V0, yəni bunların hamısının bir kombinasiyası. İndi necə açıldığını göstərəcəm birazdan, amma yəni bundan əvvəlki günlər 0.9. Yəni qısaca nə edirsiniz? Və üzərinə gəlirsiniz. Ondan sonra təzədən buradan davam edirsiniz. Yəni sona kimi belə davam edirsiniz. Yəni bundan əvvəlki günlər üçün bunu hesablaya gəlirsiniz və üzərinə gəlirsiniz bugünkü günün 10%-ni belə deyək. Yaxşı. Və bu formatda hesablayırsınız. Və əgər gəlsəz buradakı temperaturları buradakı düsturda yerinə qoyub, yəni hər gün üçün hesablasaz, bu qırmızı xətt çəkilir. Aydın fikir verirsinizsə, ortalamadan, demək olar ki, tam olaraq ortalamadan bu formatda gedirsiniz üçün. Aydın belə bir xətt çəkə bilirsiniz. Yoldasa maraqlı və effektivdir. Və biz deyim ki, hər şey bunun riyazi düstur olaraq bilinməlidir. Birazdan göstərəcəm harda istifadə və necə istifadə olunur deyə. Bunun riyaziyyatda exponential weighted average, ya da statistikada şey deyirlər desin. Exponential weighted moving average deyirlər. Burada da qeyd olunub. Sadəcə adətən qısaldıb exponential weighted average qısalır. Exponential weighted moving average deyə adlandırırlar bunu. Yaxşı. Hətta Sovet Universiteti kodda bununla bağlı bir dənə sual da var. Şeydə, amma önəmli deyil. İndi və düsturu nədir onun? Buradakı düsturdur. Yəni bu beta və t çıxılsın 1, yəni bunun əvvəlki gün, doğrudur. Hansı ki, bayaq göstərdiyim kimi V2, V1 və s. formatında bunun əvvəlki nəticə. Üstə gəlsin 1 çıxılsın beta, yəni məsələn bu 0.9-dursa 1 çıxılsın 0.9 0.1 bu formatda olur. Θ t, məsələn bugünkü günün temperaturu. Yaxşı. Və bu formatda götürüb ortalamanı hesablaya bilirik. Və bu beta bizə imkan verir ki, bir növ neçə günün ortalamasını hesablamaq istəyirsiniz. Məsələn 0.9 olanda 10 günün ortalamasını hesablayırsınız və buradakı düsturda yerinə qoyub hesablamaq olar olmuşsa təqribi 10 günün deyək. 1 bölünsün 1 çıxılsın beta, 0.9 ise 1 çıxılsın 0.9 0.1, 1 bölünsün 0.1 10. Doğrudur. Son 10 günün temperaturu. Oraya hansı ki son 10 gün temperaturu hesablasınız, buradakı qırmızı xətt alınır. Yaxşı. İndi nə qədər bunu böyütsəz, nə qədər 1-ə yaxınlaşdırsaz, nə olur? Bu qədər çox ağırlıq bura düşür də. Doğrudur. Yəni bunu əvvəlkilərəm. 0.98 eləsəz, düsturda yerinə qoysaz, olacaq 50. Son 50 gün temperaturunu hesablayacaqsınız. O da ki olur buradakı yaşıl xətt. Yaxşı fikir verirsə biraz daha arxadan gəlir. Nəyə görə daha yəni bu birinci aşağı düşür, sonra bu aşağı düşür. Çünki 50 gün, yəni bundan əvvəlki günlər daha çox təsir etdiyinə görə belə bir sanır. Məsələn, nə qədər balacalaşdırırsanız 0.5, neçə olur düsturda qoysanız 2. Son 2 gün ortalamasını hesablamış olursunuz. Hansı ki, o da sarı xətt olur. Fikir versə olduqca çoxlu yuxarı aşağı edir. Deyim ki, buna statistikada exponential weighted moving average deyirlər. Ümid edirəm başa düşdünüz. Düstur olaraq kompleks deyil. Burada bir dənə, burada misallar var. Yəni misallara biraz daha çox baxaq, daha başa düşmək üçün. Understanding exponential weighted averages. Yəni buradakı seyredək. Və düsturumuz budur. Yəni bu formatda yadda saxlayın. Yaxşı. Beta v t çıxılsın 1, üstələnsin 1 çıxılsın beta θ t. İndi bunu başa düşmək üçün aytın tərsinə etmək daha asan olduğunu düşünürəm şəxsən. Onun üçün gəl buradan baxaq. Deyək ki 100-cü gündəyik misal üçün. Doğrudur. Gəl indi 100-cü gün üçün necə hesab edəcəyik? 0.9 v99, yəni buna və 99 gün. Doğrudur. Üstələnsin bugünkü gün 0.1, doğrudur. 99-cu gün üçün belədir, 98-ci gün üçün belədir və s. İndi gəlin bu V100-də nə alınıb? Buradakı hissəyə baxmağa çalışaq. Birinci bu ikisinin yerini dəyişdirək. Bunu əvvələ keçirirəm. 0.1 vurulsun θ100, doğrudur. Üstə gəlsin 0.9 vurulsun V99. Amma buna, gəlin indi bunu açaq. Bunun açılışı nədir?
Bunun açılışı buradakı ifadədir. Doğrudur. Gələrəm bura. 0.9 vurulsun, yenə yerlərini dəyişdirək. 0.1 vurulsun teta 99. Buradakı hissə. Üstə gəlsin nə? Deməli 0.9 vurulsun deməli V98. Yəni V98-in açılışı var burada, budur. Doğrudur. Onda bu formatda yerinə qoysaq, doğrudur. Nə alınır qısaca əlimizdə? Başlıca düstur alınır. Yəni ki 0.1 vurulsun teta 100. Doğrudur. Bu. Üstə gəlsin. Deməli 0.1 vurulsun 0.9. Doğru. Çünki indi bunu hesablayıramsa 0.1 vurulsun 0.9 vurulsun teta 99. Doğrudur. Buradakı ifadə alınır. Ondan sonra isə gəlsə 98-i hesablamağa çağırsam 98-də necə olacaq? Yenə bu 0.1 doğrudur. Vurulsun 0.9 burada, 0.9 da burada. Neçə olur? 0.1 də buradan gəldi. 0.1 0.99 0.9 0.9 doğrudur. O neçə olur? 0.9-un kvadratı və 0.9 vurulsun teta 98. Yəni əslində bu şey eyni məntiqlə davam edir. Üstə gəlsin 0.1 vurulsun o 97 hesab olmaq istəyirsə 0.9 üstə 3 üstü 4, üstü 5, üstü 6 bu formatda davam edir. Və təbii ki, buradakı qiymət artdıqca nə olur? Yəni balacalaşır. Daha az ağırlıq bura düşür. Yəni əvvəlki hissələr getdikcə daha az fikir verir. Ən çox ağırlıq nədir? İlkin günlərə verir. Yaxşı, bu tetanın qiymətindən asılı olaraq. Burayla bağlı kimdəsə bir sual varmı? Yəni qısa nədir? Yəni weighted average hesablayırıq. Xüsusilə bu son bir neçə günə əsasən, son 10 günə, son 50 günə və s. Buna əsasən götürüb ortalamanı hesablayırıq. Bu da bizə nəticəni qaytarır. Sual var? Okay, yox. İndi misal üçün bu statistik bunu sübut etmək olur, o qədər dərinə düşməyəcəm, amma ki şey kimi natural qiymətin loqaritmanı deyirik. Ona əsasında deyə bilirik əslində. 0.9 üstü 10 təqribə edir 0.35. Yəni ki, əgər sizdə bu beta qiyməti şeydirsə, bu 0.9-dursa, buradakı qiymət yəni bu. 10 gün sonra artıq şey kimi fikirləşə bilərsiniz. Yəni diqqətin artıq o 10 gündən sonra nə qədər gün var idisə, sadəcə diqqətin ağırlığın 35% ora düşür. Nə qədər böyük bir qiymət qoysaz, o qədər şey olur. Məsələn, bu 35%-dən aşağı düşməyin hesab edirsə, bu 35% bir gün deyil, yəni 10 gündən sonra bütün geridə qalanlardır. Belə də fikirləşə bilərsiniz. Məncə biraz daha baş ağrısıdır belə fikirləşmək. Bunu daha çox bəyənirəm, ya da bunu əvvəl dedim. Ümumiyyətlə. İndi gəl vizual olaraq da baxaq. Yəni qısaca nədir burada? Bu exponential şəkildə verdiyiniz şey azalır. Yəni ağırlıq azalır. Məsələn, temperaturlar və s. bu formatdadır. Ən çoxu nəyə verirsiniz? Sonuncu günə. Ondan sonra ondan əvvəlki günə biraz daha az weight, ondan sonra biraz daha weight. Yəni bir şey kimi fikirləşin. Şey artdıqca bu sağdan sola doğru getdikcə əvvəlki günlər keçirirsiniz, temperaturlardan danışırsa və əvvəlki günlər getdikcə daha az ağırlıq düşür. Yəni ortalamanı diqqətə alanda son günlər daha çox nəzərə alırsınız. Yaxşı. Deməli, düsturu da okey, çox çətin deyil. Bunun istifadə etməklərinin əslində deyirsə, adi average-dən nə üçün istifadə etmirlər? Adi bunun üçün birincisi çox qısadır, doğrudur. Çünki sadəcə birincisi düstur olaraq sadədir. Bir dənə sətr yazırsınız bunu, doğrudur. Hər dəfə yeni gün gələndə bunu əslində update edirsiniz, vəsə qutarda. Çox daha sürətlidir, çünki sizə sadəcə yeni bir gün lazımdır. Məsələn, ortalamanı 10 günə görə hesablamaq istəsəm ya da 50 günə hesablamaq istəsəm, adi ortalama düsturu ilə klassikdən istifadə etsək. Mənim lazımdır son 50 gün hamısını yadda saxlamaq, ona görə ortalama hesablamaq daha yavaşdır, biraz daha uzundur və s. Bu isə çox daha sürətli variantıdır. Onun üçün burada daha geniş şəkildə istifadə olunur. İndi bir də exponential weighted moving average-lərdə bias correction deyə bir şey var. Bunu da deyim və ondan sonra indi bunu maşın nöqtəyə necə tətbiq olunması barədə danışacağam. Deməli. İndi biz misal üçün bu bayaqla dedik ki, bu 0.98-dirsə, doğrudur, bu da hardasa, burada qeyd olunur. 0.98-dirsə, bu yaşıl xətt dedim, amma aslında yaşıl xətt deyil. Buradakı bənövşəyi rəng alınır. Fikir verirsiniz, aşağıdan başlayır. Nəyə görə aşağıdan başlayır? Çünki ilk gün biz V0 neçə qeyd etmişdik? 0 qeyd etmişdik. Doğrudur. 0 qeyd etsəniz nə olacaq? Deməli, gəlsiniz bura 0.98 vurulsun V0, hansı ki 0. Üstə gəlsiniz 0.2 teta 1. Ondan sonra buradakı qiymət bura gəlir. Doğrudur. Və neçə olur? Yerini qoysaq 0.2 vurulsun 0.98 vurulsun teta 1, üstə gəlsin yeni gün, hansı ki 0.2 teta 2. Və bu ikisini bir-birinə vursa 0.10.196 teta 1, üstə gəlsin bu. Yəni nə olur? İlkin günlər, ilk bir neçə gün ən azından qiymət olduqca aşağı olur. Aydın bu formatda. Məsələn, bu halda ilk 50 gün mü desəm, təqribi yəni aşağı düşür. Yaxşı. Nəyə görə? Çünki sıfırdan başladığımıza görə. Hansı ki, ətən problemli bir şey deyil, amma ki, yenə də bunu düzəltmək bəzi hallarda lazım olur. Buna bias correction deyilir, o biası düzəltmək üçün.
O da buradakı düsturdan istifadə edir sadəcə. Birbaşa VT-ni hesablamırıq. VT bölünsün 1 çıxılsın beta üstü T. T-də T-ci gün kimi. Məsələn, ikinci gün üçün hesablasaq, necə hesab edəcək? Artıq VT-ni hesablayanda şey kimi hesab edəcək. 1 çıxılsın beta-da şeydir, yəni ikinci gündürsə 1 çıxılsın 0.98-in kvadratı. O da edir buradakı rəqəm. Yaxşı, 0.10.396. Və əgər mən bura gəlsəm, V2-ni təzədən hesablayaq. V2-ni hesablayanda neçə hesablamışdıq? Deməli 0.10.196 doğrudur. Üstə gəlsin buradakı ifadə. Və əgər buradakı ifadəyə bölsəm, bu 1 çıxılsın beta T, o bias correction əlavə eləsəm, o da bu rəqəm edir. Fikir verirsinizsə ixtisar gedir bir növ aydında. Yəni bir növ şey düzəldir onu. Və artıq belə yox, bu yaşıl xəttdən başlamış oluruz. Yəni o şeyi 0 biasını çıxartmaq üçün belə bir şeydən istifadə olunur. Və sonra deyərsiniz ki, sonraki günlərdə problem törətmir, yox, sonraki günlərdə artıq problem törətmir, irəli doğru getdikcə. Çünki nə olur? T artır, doğrudur. Və şeydir, bu T artdıqca nə olacaq buradakı ifadə? Bu getdikcə sıfıra yaxınlaşacaq. Sıfıra yaxınlaşdıqca təqribi 1 qalır. Aydındır? Yəni ki, bu təqribi 0, 1 çıxılsın 0, 1 bölünsün bu. Aydındır? Yəni irəli doğru getdikcə bu bias correction təsiri getdikcə azalır və təqribi də buradakı düsturdan eyni nəticəni qaytarır. Aydındır? Yəni sadə bir düsturdur. Bu dediyim kimi belə maşın learningdə xüsusi olaraq ən azından bu şeydir və düsturların adətən çox kompleks olduğunu düşünmürəm. Əgər bir dənə şeydir, back propagation hissəsi deyərdim ki, kompleksdir digərlərinə müqayisədə, amma yenə də əgər belə mən düşünürəm ki, ayda vurma bölmə biliyini bir növ az qala hər şey həll etmək olur. Sadəcə belə addım ən başdan getsəz ki, bu nə edirdi, burada bu var idi və s. baş düşəndən sonra kompleks deyil deyə inanırım. İndi bu exponential moving average bu qədər idi. Bu sadəcə düstur idi. İndi birazdan tətbiq edəcəm machine learningdə. Amma bura qədər kiməsə bir sualı varmı? Varsa deyin, zəhmət olmasa, sonra davam edək. Okay, deyəsən yoxdur, süper. Deməli, indi isə gradient descent with momentum. İndi isə gradient descent-ə təzən tarixəcək, amma momentumu əlavə edəcəyik bura. Görəcəyik ki, bu doğrudan da bizə necə kömək edə bilər deyə bu bayaqki öyrəndiyimiz hissəni tətbiq etməyə çalışacağıq burada. İndi siz də gradient descent-ə momentum əlavə edə bilərsiniz. Yaxşı, hansı ki bu SGD-yə SGD-nin içərisində bir momentum bərabərdir, hansı bir qiymət yazırsınız, kifayət edir. Ən azından TensorFlow-da belə idi, PyTorch-da indi biz də baxacağıq. PyTorch necə yazırıq deyə, amma çox fərqli olacaq şəsini düşünmürəm. İndi və deyək ki, indi bu birinci intuition yeni yaratmağa çalışaq. Deyək ki, bu bizdəki lossdur, doğrudur. Biz minimum nöqtəyə çatmaq istəyirik. Və ümumiyyətlə bizdə necə gedir? Bu istiqamətə doğru gedir. Doğrudan bizdə çoxlu parametrlər var. O necə olacaq? Məsəl üçün bizdə biraz şey olacaq. Biraz yuxarı, biraz aşağı. Oscillation dediyiniz bu tipdə bir adı var idi. Belə bir formatda gedə bilər. Doğrudur. Çünki nə bilim bu parametri dəyişdirir, çox dəyər dəyişir, burada belə olur, belə olur, belə olur. Hələ də minimum nöqtəyə doğru gedir, amma model çox sallanır. Yəni yuxarı gedir, aşağı gedir, yuxarı gedir, aşağı gedir, doğrudur. Yəni belə yenə də minimum nöqtəyə doğru gedir, yenə dediyim kimi. Amma ki biraz daha çox vaxt almağa başlayır. Ya da ki və bu nə olur? Siz model çox daha yavaş train olur. Çünki böyük learning rate qoya bilmirsiniz. Yaxşı, nəyə görə böyük learning rate qoya bilmirsiniz? Əgər mən learning rate-i böyütsəm, çox böyük addım atacaq və getdikcə uzaqlaşacaq. Artıq heç bura çata bilməyəcək. Bilirsiniz necə? Yəni model məsələn tam bu nöqtəyə getsin. Amma biz momentum əlavə edəndə, əslində bayaqki dediyim düsturu əlavə edəndə bu oscillation problemini həll edə bilirik bir növ və bu əslində modelin training vaxtını olduqca sürətləndirir. Hətta belə indi bunun kodunu yazanda danışaram, amma yenə də. Və bu zaman düstur necə olacaq? Məsəl üçün biz düsturumuz W bərabər W çıxsın alfa vurulsun dv idi. Doğrudur, yəni W-nun törəməsi bu formatdaydı. İndi və burada nəyə gedəcəm? İndi necə istifadə edəcəyik? O bayaqki exponential moving average-i gətirəcəyik, bura qoyacağıq. Yəni BDV üstə yansın 1 çıxılsın beta dv kimi bu formatda yazacağıq. Yaxşı, yəni qısaca nə etmiş olacam? Bu nə idi? Bu 0.9 olsa, bunun əvvəlki törəmələri də yadda saxlayacam. Aydın, bunun əvvəlki törəmələrin də qradiyentini yadda saxlayacam. Doğrudur. Plusdakı indiki. Aydındır. Bu bayaqki düsturdur. Sadəcə artıq temperaturu qradiyentlə əvəzlədik. Yəni çətin olduğunu düşünmürəm. Bu hazırki qradiyent, bu da ki bunun əvvəlkilərdən əldə etdiyimiz nəticə və bias üçün də eyni şeyi təkrarlayırıq. Aydındır. Və bu zaman artıq nə olur?
Artıq sadəcə indiyə görə qradiyenti hesablamıram. Bundan əvvəlkilərə görə də qradiyenti hesablayıram. Və nə baş verəcək? Görəcək ki, okey, bir dəfə misal üçün bu bir dəfə yuxarı gedirdi. Doğrudur. Bir dəfə aşağı, bu bir dəfə yuxarı, bir dəfə aşağı, bir dəfə yuxarı, bir dəfə aşağı edirdi. Və ortalamanı hesabladığımız üçün artıq nə baş verəcək? Artıq şey etməyəcək. Belə getməyəcək. Artıq daha düz istiqamətdə etməyə başlayacaq. Çünki onsuz bu bu istiqamətdə gedəndə, doğrudur, həmişə model bu istiqamətə doğru gedir. Yəni o azalmır. Doğrudur, amma pis təsir göstərmir. Lakin bu istiqamət bizə mənfi təsir göstərir. Odur ki, model bir dəfə sağa edir, bir dəfə sola edir, bir dəfə sağa, bir dəfə sola edir. Ortalamasını tutsaz nə olacaq? Hələ düz olacaq təqribi. Doğrudur və beləcə nə olacaq? Çox daha sürətli şəkildə treyn edə biləcəksiniz. Fikir verdiniz? Gəldik o həmişəki gradient descent alqoritmasına, sadəcə momentum, buna momentum deyirik. O da Nesterov moment, o adamın adı ilə bağlı bir şeydir, səhv etmirəmsə. Hatırlamıram, sonra baxaraq, önəmli deyil onsuz da. Nesterov. Və şeydir, bu formatda deməli çox daha sürətli şəkildə treyn edə biləcəksiniz. Sadə bir şeydir. Həmişə götürülür gradient descent alqoritmasından sadəcə momentum əlavə etdik və çox daha yaxşı nəticə əldə edə bilir. Hətta yəni belə deyim, demək olar ki, həmişə gradient descentə momentum əlavə edə bilərsiniz və yaxşı nəticə qaytarır. Daha sürətli treyn edə bilirsiniz. Onun üçün tövsiyə edirəm və biz də yavaş-yavaş əlavə etməyə başlayacağıq. Yaxşı? Bu qədər. Kimisə bir sual varmı bura qədər? Okey, düşünürəm ki, yoxdur. Əla. Fikir verirsə yenə bax, götürdük düsturu, gəldik bura bunu əvvəl bildiyimiz o bir digər düstura tətbiq etdik və yaxşı nəticə əldə edə bildik. Və implementasiyasına gələndə isə, okey, yenə saydadır beta artıq bilirsiniz nədir, o 0.9 və bu artıq bu bizdə necə alfa var idi, learning rate var idi. Doğrudur, özümüz hyperparametr idi. Tune edirdik. Bu da artıq əlavə bir dənə parametrdir ki, okey, özümüz qeyd edirik ki, neçə olsun deyə. Son neçə ortalama açıq, adətən 0.9 kifayət qədər yaxşı bir qiymətdir. Xüsusi olaraq dəyişdirdiyimi çox xatırlamıram, amma ki, yəni özünüz təyin edə bilərsiniz. Son neçə addımın bu halda ortalamasını hesablasın. Yaxşı. 0.98 olsa son 50 şeydən çıxan nəticənin ortalamasını hesablasın kimi düşünə bilərsiniz. Bu düstur yenə bu formatdadır. Yaxşı. Bu bəzən düsturu dəyişdirib bu formatda yazılan ki, bəyənmirəm bu formatı mən açıq heç. Çünki mənə görə biraz baş qarışdırıcıdır. Yəni buradakı isə olduğu kimi qalır. Burada 1 çıxılsın beta. Hansı ki bu 0.9-dursa bu avtomatik olaraq 0.1, doğrudur. Bu formatda qeyd edirlər. Deyirlər ki, okey, bu 0.1 çıxılsın beta əvəzinə ümumiyyətlə learning rate-nə bunu idarə etmək olar. Yaxşı. Bu mənəyə gəlir. Çünki bunu dəyişdirib learning rate-i düzgün seçib nə qədər etdiyini təsir etmək olar deyirlər. Amma mən bəyənmirəm, çünki bunu dəyişdirsəm mən məcburam learning rate-i də dəyişdirim. Məncə çox intuitiv də görsənmir. Bu versiyasını daha çox bəyənirəm. Amma bilin ki, hardasa bunu da görsəz. Bu da yenə o bayaqki dediyim momentumun düsturudur. Yaxşı, bu da. Burada da qeyd olunub, 0.9 olanda bu son 10 gradiyentin ortalaması kimi düşünə bilərsiniz. Ondan sonra başqa versiyası var. RMS prop var. Root mean squared propagation idi səhv etmirəmsə açılışı. Və o da təqribən eyni şeydir. Bu haqqda daha maraqlı hissələr də var. İndi bunu kod yazmağa başlayanda bu haqqda biraz daha ətraflı danışacağım. Çünki maraqlı alqoritmadır. Və burada bir də maraqlı bir hissə deyim. Məsəl üçün digər optimization alqoritmalarda və s. hansı bir universitet tərəfindən ya da ki Google kimi və s. tipli yerlərin research paper'ında paylaşırlar. Hansı ki sizə bir dənə research paper vermişdim də şey oxuyun deyə. Adını unuttum şeyi. Batch normalization, okey. Batch normalization məsələn demişdim şeydə. Bir dənə paper bu formatda paylaşır. RMS prop şeydə tapılıb. Bu kimsə Coursera-ya bir dənə video yükləyib, orada izah etdiyi dərslərdə belə bir şeylə gəlib. Olduqca maraqlıdır. Bunu sadəcə gəlib məlumat olaraq verirəm. RMS prop var. Bu da olduqca populyardır. Bu da yenə eyni şey bir növ etməyə çalışır. Sadəcə fərqli variantdır. Yenə bu problemimiz bayaqki kimidir, doğrudur. Və bizdən nə baş verə bilər? Məsələn, parametrlərin bəziləri çox böyüyə bilər, doğrudur, bəziləri çox balaca qala bilər və s. deyə. Və bu da ki, yenə eyni problemi gətirib çıxardır. Doğrudur. Deyək ki, əlimizdə 2 parametr var. Bu bayaq çox bəyənmirəm. Deyək ki, buradakı da yaxşıdır. Məsəl üçün deyək ki, buradakı parametrlər çox böyük, buradakılar çox balacadır və s. Yəni ki, bu tipdə bir problem var. Biz nə edə bilərik? Bu RMS propdan istifadə edirik. RMS propda nəyi qeyd edərik? Bu bizdə yenə parametrlərimizdir. Düsturu bu səbəb bu formata dəyişdiririk. Yəni beta 2 kvadrat deyil, sadəcə bundan əvvəlki betadan fərqli olduğunu bildirmək üçün beta 2 kimi. Bundan əvvəlki günlər üstdən yazsın 1 çıxılsın beta dv. Bu səfər kvadratı kimi qeyd edirik. Yaxşı. Ondan sonra isə gəlib w qiymətini update edən w bərabər w çıxılsın alfa, yəni learning rate dv, hansı ki bu həmişəki düsturumuzdur. Dur, burada dəyişən heç yoxdur. Həmişəki o gradient descent düsturumuzdur. Bölünsün
Bu epsilonu hələ ki ignore edin. SDV, yəni buradan çıxan nəticə. Yaxşı. Və buradan çıxan nəticədə ümumiyyətlə nəyi düşünürük? Əgər burada məsələn deyək ki, bizdə W bunun qiyməti balacadısa, buradakı parametrlərin qiyməti balacadısa, balaca rəqəmin kvadratı necə edəcək? Böyük bir rəqəm, 0.in içərisində məsələn daha böyük bir rəqəm yox, sorry. Nə danışıram? Əgər burada balaca bir rəqəmdirsə, doğrudur, kvadratın yüksəlsəz daha da balaca olacaq da. Qısaca məntiqi belədir, doğrudur. Ümumiyyətlə nə edirsiniz? Gəlirsiniz onu buradakı rəqəmə bölürsüz. Yaxşı, yəni DV-ni bölürsüz burada əldə etdiyiniz rəqəmə. Və ümumiyyətlə bu da balaca rəqəmdirsə, böyük bir buradakı hansı bir rəqəm balaca bir rəqəm böləndə nə olur? Daha böyük bir rəqəm əldə edirsiniz. Doğrudur. Yəni burada daha çox bir dəyişiklik baş verir. Əgər burada böyükdürsə, böyük rəqəmə böləndə isə daha kiçik bir dəyişiklik baş verir. Adi bölmə əməliyyatı, doğrudur. Və yəni qısaca nə etmiş olur? Biraz sabitləşdirirsiniz. Okay, buradakı qiymətlər çox şey olur, dəyişir. Buradakı parametrlər isə okay, az dəyişir, misal üçün. Okay, gəlin bunu nəzərə alaraq sadəcə götürək, bölək buradakı qiymətə. Və bu zaman artıq nə baş verəcək? Yenə həmin problemi həll etmiş olursunuz. Artıq belə getməyəcək. Çünki nə edir? Tarazlaşdırırıq. Doğru, həmin parametrin qiymətini. Və artıq yenə mərkəzi doğru sürətli şəkildə edəcək. Bu da olur RMS prop. Kimsə bir sual var burayla bağlı? Düşünürüm ki, yoxdur. Bir də buna deyim, bu epsilon yenə buna məncə başqa yerdə göstərmişdim. Yenə də deyim, çox balaca bir rəqəm, məsələn 10⁻8, sadəcə nə üçün istifadə olunur? Sıfıra bölmə erroru ilə qarşılaşmayasınız deyə üzərinə gəlinir. Yəni belə təsir yoxdur. Ondan sonra bizdə başqa bir optimization algoritması var. Adam optimization algoritması ki, ən çox istifadə olunan budur. Adam bir də Adam W var. Dəhşət geniş şəkildə istifadə olunur bu ikisi. Yəni adətən Adam daha çox görürəm, nəinki SQ-də bir çox halda, amma yenə də. İndi və bu isə nədir? Həm o bayaqki RMS propla momentumun kombinasiyasıdır. Yaxşı? İkisini götürüb birləşdirirsiniz, olur sizdə Adam optimization. Və bunların hamısını indi istifadə edəcəyik, hamısını yazacağıq. Böyük ehtimal artıq gələn dərs yazarıq. Nə qədər slaytka. Okay, böyük ehtimal gələn dərs yazacağıq, amma hamısını yazacağıq. Dəhşət sayda hamısını istifadə etməyə sadəcə SQ-də vəzinə edim yazacaqsınız, bitdi yəni. Amma məntiqini bilmək lazımdır təbii ki. İndi bu səfər ikisinin kombinasiyası, yəni momentumun düsturu, doğrudur, hansı ki adi moving average-də gördüyümüz, doğrudur. Və RMS prop buradakı, doğrudur. Burada kvadrat yazmayıblar, yəqin ki unudublar, burada da kvadrat olmalıdır. Və bu formatda qeyd edirik, doğrudur. Ondan sonra isə Adamla istifadə edəndə o bias correction istifadə edirlər, bias correction əlavə edirik, hansı ki VDV bölünsün 1 çıxsın beta, bildiniz, o 0 əvvəlki hissələr düzəlsin deyə. Bunu da burada da bias correction edirik, burada da bias correction edirik. Yaxşı. Ondan sonra gəlirik sözü düsturu tətbiq edirik. W bərabərdir W çıxsın alfa VDV. Yəni buradakı hissə artıq təkcə momentum idi. Doğrudur. Adi yəni bu olmasa ancaq DV olsaydı, adi gradient descent VDV ortalamaya görə nəzərə etsin, hansı ki oldu momentum, bölünsün nədir? RMS propdakı aldığımız nəticə. Aydın. Və bu ikisini bir növ birləşdirib belə bir nəticə əldə edə bilirik və Adam optimization olduqca effektivdir, daha sürətlidir və adətən daha yaxşı nəticə qaytara bilir. Yaxşı. Açıq blokda dəyişən fikirlər görmüşəm. Əmin deyiləm hansı nə qədər doğrudur deyə, dəhşət çox dərinə düşməmişəm. Sadəcə ümumiyyətlə nə tövsiyə edirəm? Ümumiyyətlə bu indi deyəcəyim səs doğrudur. Əgər hansı bir optimizasiya algoritması seçmək istəyirsə, Adam daha asandır. Yəni Adamla çox baş ağrıtmadan daha yaxşı nəticələr əldə edə bilirsiniz. Yəni indi başqa hissələr də var, danışacağam bu optimizasiya algoritmaları barədə, amma bu günün giriş kimi olsun hələ ki. Çox baş ağrıtmadan daha yaxşı nəticələr əldə edə bilirsiniz. Yaxşı. Amma ki deyirlər ki, SQL üzərində doğrudan yaxşı işləsəz, yəni düzgün parametrlər seçsəz, odur, budur və s. Şey edə bilir, daha yaxşı nəticə qaytara bilir Adamdan deyə eşitmişəm, amma bilmirəm nə dərəcədə doğrudur. Yəni demək olar ki, həmişə daha yaxşı nəticə qaytara bilir deyə eşitmişəm, amma bilmirəm nə qədər doğrudur deyə. Anyways, sadəcə indi bu Adamla istifadə etməyə bir başarılı tərəfi hardadır? Hyperparametrlərin miqdarını artırmış olduq. Yaxşı. Learning rate onsuz həmişə var idi. Bu heç. Amma bunu düzəltməliyik. Sonra beta var, hansı ki bu momentum üçün istifadə edəcək. Beta 1 daha doğrusu. Beta 2 var. Bu RMS propun parametrini düsturu üçün istifadə edəcəyik. Doğrudur. Buradakı hissədir. Yəni bunlar əslində adətən dəyişdirməsəz də Adamın default qiymətləri kifayət qədər yaxşıdır, amma əlavə parametrlərdir. Epsilon da var, amma Epsilon heç vaxt dəyişdirmirsiniz yəni. Heç bilmirəm dəyişdirməyə icazə verirlər yox. Özünüz yazsaz da yəni dəyişdirməyə ehtiyac yoxdur, mənasız bir şeydir. Və Adamın da şeydə bu nədir? Adaption moment estimation. Adaption idi bu. Adaptive idi. Okay. Adaptive moment estimation da sadəcə bunun açılışı. Yaxşı. Burada şey qoyublar, Adam Coates qoyublar. Bu Andrei Neogen'in iş yoldaşıdır.
aidiyyəti yoxdur bu adamın buradakı şeyə. Sadəcə qoyub demişdi ki, okay, bu adamın aidiyyəti yoxdur buna. Belə deyirəm ki, biləsiniz. Okay. Ondan sonra isə bir dənə qaldı learn, okay, optimizasyon alqoritmaları bu qədər. Əslində əlavələr də var, deyim ki, Nadam var, Adam W var, başqalar Adam Max var və sair müxtəlifləri var. RMS Prop'un da sertifikası versiyaları var idi. İndi onları gəlin yazaraq onun haqqında daha ətraflı danışacağam. Amma belə giriş üçün ümumi arxasında riyaziyyata baş düşmək üçün yaxşıdır. Aydın nəticələri də təqribən bu tipdə bir formatdadır. Yenə dediyim kimi riyaziyyatı bilmək təşəkkür dərəcə önəmlidir bu modelin arxasındakı. Deməli, davam etməzdən əvvəl bura qədər kimisə bir sual varsa desin zəhmət olmasa. Okay, desin yoxdur. İndi bir də bizə var Learn Create Decay diye bir hisse var. Yəni bu haqqda danışım. Ondan sonra da devam edeyim buradan. Deməli Learn Create Decay isə qısaca məntiq adını necə Learn Create'in Decay bilmirəm birisi çürümə kimi səhv olmasa tərcümə olunurdu. Learn Create'in getdiyinizə bazlaşma. Aydın. Əslində siz mesela bu başda deyim optimizasyon alqoritmaları sizə daha sürətli bir treyninqə gətirib çıxarda bilər. Yaxşı, çıxardır da aydın kömək edir. Bir də ki, daha sürətli yaxşı nəticə əldə etmək istəsəz, Learn Create Decay'dən də istifadə olunur. Learn Create Decay'in məntiqi nədir? Getdikcə Learn Create'i balacalaşdırırsınız. Yaxşı. Hansı şey kimi fikirləşə bilərsiniz də? Birinci böyük addımlar atırsınız, uzaqdasınız, doğru getdikcə balacalaşdırırsınız. Məsəl üçün bunu şeydə bax, o stokastikdə dayanış ölçümü olur. Hansı ki, danışmışdım. Stokastikdə əslində tam olaraq minimal nöqtəyə çatmır, amma getdikcə o şey Learn Create'i balacalaşdırırsanız, kifayət qədər yaxın nöqtəyə çatır. Doğrudan. Bu haqqda danışmışdıq. Getdikcə azaldaraq bu da qiymət. Bu hansı ki, sizə kömək ola bilir. Ümidi yenə yaxşı ideyadır başlayanda böyük Learn Create'dən başlayıb sonra balacalaşdırmaq. Əslində birinci balacadan başlayıb böyüdüb sonra balacalaşdırma daha yaxşı belə ideyadır əgər batch size böyüdürsə. Amma bu haqqda sonradan danışacağam. Amma belə bu biraz baş qarışdırıcı olan sonra danışarım. Şey kimi fikirləşin. Ümidi böyük addımlar atırsınız çünki uzaqdasınız, doğrudur. Amma getdikcə nə etmək istəyirsiniz? Balacalaşdırmaq istəyirsiniz çünki orada minimum nöqtəyə doğru çatırsınız. Buna Learn Create Decay deyirlər. Və bunun müxtəlif üsullar var. Əslində belə düstur dəhşət önəmli deyil, sadə bir intuitiv belə bir bölünsün, bir üstələnsin, epoch nam belə təqribən intuitiv olaraq kifayətdir. Sadəcə indi müxtəlif versiyalar var. Onlar haqqında da danışacağam. Məsələn şey kimidir. Deyə bilirsiniz, yox, Learn Create necə hədəfə salda bilər? Yenə sadə düsturdur, doğrudur və yenə sadə vurma bölməlidir. Dediyim kimi şey də bilərsiniz. Bir bölünsün, bir üstələnsin decay rate bu hyperparametrdir. Bunu 1 qoyaq gəlin. Onu artırıb azalda bilərsiniz. Rusun epoch nam, doğrudur. Və bu epoch nam nədir? 1 üstələnsin 1, üstələnsin 1. Doğrudur. Birinci epochda nə olacaq? 1 bölünsün, demə, bu neçədir? 1, 1, 2, 0.5, doğrudur. 0.5 vurulsun 0.2, 0.1 misal olsun. Doğrudur, bu formatda. Okay, anyways, deyəsən 0.1 amma önəmli deyil buradakı hissələr. Okay, buradakı hissələrdə məncə əlavə sıfırlar olmalıdır deyə düşünürəm. Hə, əlavə sıfırlar olmalıdır burada hardasa. Bu deyəsən 0.1 olur, 0.67, 0.5, %4 və s. Yəni bu formatda bir şey olmalıdır. Önəmli deyil oradakı hissə. Yəni qısaca məntiq nədir? Birinci epoxda 1 bölünsün 2 kimi fikir. Yəni bunu hər şey ignore edib 1 qoysaq, doğrudur. Bunu özünüz idarə edə bilirsiniz. Yəni nə qədər böyük olsa, doğrudur. O qədər tez decay edəcək, yəni aidiyyət düsturdur. Və burada epox nömrəsi artdıqca nə olacaq? Hər epoxdan bir Learn Create biraz balacalaşacaq, yəni avtomatik şəkildə. Doğrudur və bu da o bayaqki, məsələn, burada istifadə edə bilərsiniz. Birinci böyük addımlar və getdikcə buradakı düstur vasitəsilə bizdəki şey balacalaşacaq. Aydın, yenə olduqca sadə olduğunu düşünürəm şəxsən. Yəni o müxtəlif versiyalar var, exponential decay var. Nəyə bərabər? 0.91 üstələnsin epoch üstü, epoch nömrəsi vurulsun bu Learn Create, doğrudur. Və nə olacaq? Epoch nömrəsi artdıqca buradakı rəqəm getdikcə balacalaşır, doğrudur. Exponential şəkildə balacalaşır, onun üçün da exponential decay'dir. Və ad nədir? Getdikcə bizdəki şey Learn Create balacalaşacaq. Bu versiyası var, saat namıram bu versiyası nə edirdi deyə. Ondan sonra staircase versiyası var. Bir müddət sabit saxlayırsınız. Sonra salaşlaşa tezdən bir müddət sabit saxlayırsınız. Sonra bu formata davam edirsiniz. Manual decay var. Müəyyən müddət train edirsiniz. Sonra bir neçə epoch, sonra əllə azaldırsınız və s. Yəni bunların hamısını etmək olar və bu yenə sizə train etməkdə çox kömək olar. Açıq bir adi versiyalarda deyirəm ki, dəhşət çox böyük bir fərq yaratmır. Amma ki bu dərin neural networklərdə və çox böyük data üzərində işləyəndə, çox böyük bir model üzərində işləyəndə effektivdir və yəni misal üçün
istənilən böyük bir şeydə arxitekturada istifadə edirlər. Məsələn, Gibdə səhvləmirəmsə One Cycle adında biri idi. Əgər qarışdırmıramsa. Şeydə fərqlisi idi. O Çinlilərin düzəltdiyində fərqli idi. O transformer arxitekturasında. Anyways, o çox önəmli deyil, amma yenə də bu formatda şeylərdən istifadə etmək olar. Dediyim kimi, hələ ki nəzər olaraq deyirəm. Çünki mənim önəmlidir nəzər hissələri başa düşməyiniz. Yəni sırf learning rate decay activate edəndə azalmağı kifayət qədər yaxşı deyil. Başa düşməsiniz ki, nəyə görə azalır, necə azalır. Bunlar hamısı önəmlidir. Daha düzgün qərar verə bilməyiniz üçün. Ya da ki, okey, gəlin adımla istifadə edin, çünki adım daha yaxşı nəsə qaytarır. Adım nəyə görə daha yaxşı nəsə qaytarır? Bunu başa düşmək lazımdır. İndi bir də qaldı buradakı hissə və bunu da deyək, buradan davam edib bitirə bilərik deyə düşünürəm bu slaydı artıq. Bir də var, bizə lokal optima söhbət var idi. Birinci mənə kimsə cavab versin. Bu lokal optimalar nə idi? Lokal minimumlar nə idi? Kim hatalar? Bir də qlobal nə idi? Hansı tip problemlə üzləşə bilirdik? Kimsə desin zəhmət olmasa. Convex və non-convex funksiyalarında var idi, loss functionlarda. Məsəl üçün, deyirdik ki, convexlərdə qlobal minimum var, oradan ona görə descent test after optimize converge olur ora. Bir də var idi ki, non-convex funksiyalarda lokal minimalar olurdu. Orada da gedib ilişib qalırdı, əgər stoxastik olmuşsa. Okey, tamam, əla, süper. Okey, yaxşı cavabdır. İndi gəlin bir də baxaq, bu lokal optimaları biraz daha yaxşı başa düşməyə çalışaq. Bu neural networklərdə. Çünki neural networklərdə şeydəki kimi deyil. Bu öyrəndiyimiz bu növbəki məsələlərdə kimi deyil. Yəni burada baxaq görək nə baş verir və bu hər şey biraz gülməli adamıyıq. Nə baş verir, bunu başa düşməyə çalışaq. İndi burada məsələn bundan əvvəl nə düşünürdük? Neçəsi bilmirəm, 10 il əvvəl idi, 15 il əvvəl, tam olaraq bilmirəm bu fikir hardaydı. Düşünürük ki, bizdə neural network, dərin neural network, bizdə çoxlu şey var deyə tez lokal minimumların çox olduğunu düşünürdük. Yəni kompleks funksiyada çoxlu parametrlər var və s. Əvvəlki ideya buydu, yaxşı. Və 2D-də, çünki biz 3D-də falan fikirləşirik də, misal üçün deyək. Doğrudur. Yəni təbii ki, ondan sonrası biraz çətin məsələdir. Və deyək ki, yəqin ki, bizdə belə çoxlu lokal minimumlar var və bununla bağlı narahat olurduq. Amma açığı neural networklərdə belə bir şey, lokal minimumlar demək olmur. Yaxşı. Yəni olma ehtimalı çox aşağıdır. Xüsusilə çox böyük bir neural network'ünüz varsa, yəni lokal minimum olma ehtimalı demək olar ki, yoxdur. Yaxşı, bunu yadda saxlayın. Əsas sizə burdadır. Yəni belə bir şey əldə etmirsiniz. Nə üçün belə düşünürük? Çünki biz fikirləşəndə 2D-də, 3D-də və s. fikirləşirik. Amma ki bizdə 2 və 3D-də ilə hazırlaşması doğrudur. Bizdə nə qədər parametr var? Milyonlarla parametr var. Doğrudur. Yəni o milyon dimension və ya milyard dimension var qısaca. Təbii ki, onu ifadə edə bilmərəm, ya da özüm də tam başa düşmürəm milyard dimensionlarla baş verir, ayrı məsələdir. Amma bu milyard dimension ola bilirsiniz nə deməkdir? O deməkdir ki, əgər siz bu lokal minimuma düşünürsünüzsə, lokal minimum nə deməkdir? Okay, parametrin qiymətləri, məsələn 2D-də deyim, ya da burada şey hissədə olsa, W1 belə olanda, W2 də belə olanda, doğrudur, bu nöqtədə nisbətən yaxşıdır. Ən yaxşısı deyil, amma nisbətən daha yaxşı nəsə qaytarır. Doğrudur. Amma sizdə məsələn 20.000 dənə parametr varsa, doğrudur. Yəni 20.000 dənə parametrin eyni anda həmin o bir nöqtədə yaxşı nəticə qaytarma ehtimalı çox azdır. Hətta şey kimi fikirləşə bilərsiniz. 2000 üstü 20.000-də 1. Məsəl üçün kimi fikirləşə bilərsiniz. Yəni olduqca, yəni bilmirəm o düz dedim, o sözlərə qarşılayan bir bölünsün buradakı ifadə kimi fikirləşə bilərsiniz. Yəni mənfi qoyublar onsuz, okey, tamam, süper. Deməli, və çox olduqca azdır. Yaxşı, yəni sizdəki neural network lokal minimumlarda ilişməyəcək. Əsas baş düşməli olduğunuz hissə buradadır. Əslində adətən olur, bu nöqtələrdə ilişirsiniz. Bu saddle pointlər deyirlər. Yəni düz nöqtələrdə ilişirsiniz. Yaxşı, yəni lokal hissə deyil, siz uzun bir müddət çox da bir şey yoxdur, əyrilik yoxdur. Yaxşı. Və bu nöqtələrdə ilişə bilirsiniz. Çünki məsələn siz buradan başladınız. Gradient hesabınız, okey, burada doğru gəldiniz, burada doğru. Buradakı nöqtəyə gəldiniz, hələ də minimum nöqtə var. Sadəcə bura gələndə artıq nə olacaq? Əgər düz nöqtədəsə gradient nə olur? Sıfır. Evet, doğru. Yəni sıfır olacaq təqribən. Yəni buradakı nöqtədə ilişə bilirdi. Yaxşı. Və ona görə də burada unlikely to get stuck in bad local optimum olduqca az ehtimal var. Bu plateaus, o düz ərazilərdə, plateauslarda ilişmə ehtimalı çox da yüksəkdir. Yaxşı. Çünki bura gəlirsiniz, olduqca balaca bir qiymət əldə edirsiniz.
Yəni 0 olmasa belə deyək ki, tam düz deyil, amma çox balaca bir rəqəmdir. Yaxşı, yəni çox az inkişaf edir model. Və bu tipli hallarda əslində yenə bizdəki o bayaqki optimization alqoritmaları tezə tanış olduğumuz həmin bu plateolarda bizə kömək olur əslində. Nəyə görə kömək olur? Çünki siz bura doğru gəldiniz, doğrudur. Və burada artıq sizdə şey azdır, ad nədir? Bura doğru gəldiniz, misal üçün gradiyent azdır, amma bu növbəki nöqtələrdə nəzərə alsaz, çünki ortalamasını hesablayırsınız da, bu lokal minimum demək bu plateolardan daha sürətli çıxma şansınız da artır. O başqa optimization alqoritmaları bunda bizə kömək olur. Aydındır. Yəni ki, yenə qısaca neural networklarda lokal minimumlarda yox, plateolarda erişirsiniz. Və bayaqki əslində optimization alqoritmaları sizə kömək ola bilər bu tipli şeylərdən həll etməkdən. Hətta sizə maraqlı bir hissə deyim, bunu bəzən research sahəsində işləyən insanlar başına gəlir. 2 dəfə səhv etmirəm, seçmişəm bunu. Biri Andrey Karpathy, bir də başqa bir insan idi. Kimsə paylaşırdı, amma hatırlamıram o kim idi. Deyəsən Google-da bir researcher idi. Nə olub? Modeli treyningə qoyublar, yaxşı? Və təbii ki, model çox gec treyn olur. Və həmin adam modeli treyningə qoyub, sonra tətilə çıxıb. Yaxşı, qısaca baş verən burada budur. Və qaydandan sonra görüb ki, okey, modeli state of the art əldə edib, olduqca yaxşı nəticə əldə edib və o şey lossa baxanda nə baş verib? Birinci loss sürətli şəkildə düşür. Yəni ondan sonra ondan sonra ilişib. Yəni lokal minimum demək istəyirəm, alışmışam, amma yenə də ilişib. Yəni loss aşağı düşməyib. Ondan sonra isə bir müddət sonra təzədən, çünki onsuz tətildədir bu adam, kifayət qədər vaxt var. Loss təzədən anidən çoxlu şeylər aşağı düşməyə başlayıb. Bildiniz və bu tipli şeylər baş verə bilər. Çünki yenə yəqin ki, nə baş verib? Gəlib bura böyük bir plateo olub. Normalda biz nə edirik? Gəlirik, baxırıq, yox, model uzun bir müddət inkişaf etmirsə saxlayırıq, doğrudur. Amma ki, burada olub, kiçik addımlar atıb, sadəcə çox kiçik. Ondan sonra nə baş verib? Okey, buradan o plateaudan çıxıb və təzədən loss olduqca aşağı doğru düşməyə başlayıb. Yaxşı? Qısaca məntiqi belədir. Və onun üçün də burada bu biraz şeydir, unintuitive ola bilər. Bəzən neural networkları treyn etmək ki, okey, ilişmiş, daha bu niyə performans birdən artdı və s. tipli şeylər baş verir. Düzdür, belə şeylərin bizə baş vermə ehtimalı biraz daha azdır, çünki yəni o qədər hesablama gücüdür və s. biraz problemli bir şeydir. Amma yenə də yəni bunu istəyirəm ki, biləsiniz ki, neural networklarda nə tipli problemlə qarşılaşa bilərsiniz. Və bu əslində biraz daha yaxşı, çünki buradan çıxmaq daha çətin məsələdir. Nəinki buradan düşmək, bu özü də problemidir, amma yenə də. Və burada bunu deyim, tam olaraq 100% belə olduğu da biraz şübhəlidir, çünki mən deyərdim ki, bizim başa düşməyimiz nə baş verir, hələ də inkişaf edir. Çünki baxmayın, burada milyonlarla dimensionda nə baş verdiyini tapmaq, başa düşmək biraz çətindir. Bəlkə tam olaraq belə deyil, amma hazırda əlimizdə olan deyərdim ki, ən yaxşı variant budur başa düşmək üçün ki, okey, doğrudan nələr baş verir deyə burada. Bu qədər. Bu da oldu ümidi optimizationlar, learning create'lər və s. Ümid edirəm başa düşə bildiniz. Dəhşətli dərəcə önəmli bir nöqtədir. Və şeydir, bu tətbiq edə bilmək, anlamaq dəhşətli önəmlidir bunlar. İndi dəhşət çox kod yazdırmayacağım, çünki sadəcə 13 dəqiqəmiz qalıb. Sadəcə gəlin belə edək. Batch normalization isə buradakı sən yazmışdıq, yoxsa yox? Yox, yazmadıq. Yazmamışdıq. Okey, tamam, super. Ona gəlin bir-iki sətir kod yazaq birlikdə. Ondan sonra da deməli bitirək, çünki onsuz çox böyük bir vaxtımız qalmadı burada da gördüyünüz kimi. Əvvəlcə kimdəsə bir sual var, yoxsa yoxdur? Okey, yox deyə düşünürəm. Super, gəlin başlayaq. Manual seed. Hər kəs şeydən, o modullardan istifadə etməyəcəm. Sadə bir şey yazaq. Şey hatırlamıyorum ki import shape'ini. Okey. Ümid buydu. Bu qədər. İndi buradakı sən yazın zəhmət olmasa, sonra buradan davam edək. Əslində, gəl, bu istədiyim kimi gözəl. Bu yazığı səhv deyil, sadəcə 2 variant var ki, birincisi digərindən başlayaq, sonra buradan. Şey deyək. Səhv şey sildim.
Ya o 41 şey hakkında danışacağım. Bu insan yazmıştı. Okey, indi burada şey sen yazın zəhmət olmasa. Sonra buradan devam edelim. Okey, demə, ümid edirəm bu da şey sən yazdınız. İndi istəyəcəm buradan görək nə baş verir. Artıq batch normalization barədə danışmışdıq. Doğru, sadəcə danışmışdıq ki, nələr baş verir, nəyə görə lazımdır. Çünki demişdik ki, o başda dediyimiz activationlar da, initializationlar da və s. deyə o əvvəldə kömək olur, amma sonradan təzən variance dəyişir. Burada variance-ın dəyişdirmə düsturu bu neural network-da necə eləyir, kimdir göstərmişdim. Necə dəyişir? Məsəl üçün Z-in şey nə olacaq? W vurulsun X-ə görə. Bias ignore edək. Bias onsuz təsir etmiş. Ya da cəm bias əlavə edək. Bunun Z-in variance neçə olacaq? W vurulsun X-in variansı bir də ki N. N-dəki feature'ların sayıdır. Bəs bias? Bias təsir etmir. Əla. Qısaca bu formatda dəyişirdi. Doğru. Yəni ümumiyyətlə şey olduqca, ad nədir? Bu trening davam etdikcə, baxmayaraq ki, əvvəldə yaxşı başlamışdıq, təzən şeylər baş verə bilər. Yaxşı. Bəs normalization yenə də tam şey deyirdi. Hansı ki demişdim paper'ını oxuyun. İndi gələn dərs yox yəqin ki, o belə üçün gəliniz biraz kod yazarıq yəqin ki deyə düşünürəm. Deməli şeydə bu bəs normalization təzən mərkəz həmişə sıfıra yetirilmir o da ayrı. Oxumusunuz aslında paper'ı belə. Sadəcə hələ ki deyək ki, mərkəzi sıfıra yayılmanı bilirdi. Doğrudur. Bu formatda bir şeydir. İndi onu slaytda daha ətraflı göstərəm tam olaraq nə baş verir. Amma demişdim ki, paper'ı onsuz oxuyun deyə. Və bu da nə edirdi? Həmin problemi həll edirdi. Yaxşı, hətta batch normalization o qədər effektiv bir şeydir ki, məsələn mən dedim o bayaq ki, pis initialize etsəz belə batch normalization istifadə etsəz, model hələ də yaxşı nəticə qaytara bilər. Hətta belə deyim, pis initialization etsəz, hələ sigmoiddan da istifadə etsəz. Amma batch normalization əlavə etsəz, model yenə də dərin neural networkları düzəldə bilirsiniz. Yəqin ki, biraz problem olar deyə düşünürəm, amma nəsə olmaz. Yəni belə daha onu biraz fikirləşməliyəm baxdı, amma yenə də yəni buna bu halda belə daha yaxşı nəticə qaytarır deyək. Yaxşı. Yəni olduqca effektivdir və olduqca tövsiyə olunur. Keçən dərs demişdim, demək olar ki, çox həmişə istifadə edirsiniz. Xüsusilə computer vision'da demək olar ki, həmişə istifadə olunan bir şeydir geniş şəkildə. Biz də istifadə edəcəyik. 1D onsuz bilirsiniz, one dimensional data üzərində işləyirik. Əgər şəkillər üzərində işləyirsə 2D, 3D şəkillər üzərində işləsə 3D, data üzərində işləsə də 3D variantını yazırıq. Burada batch norm 1D buradan gəlir. Bu inputumuzdur. Deməli şəkillər 28-dən 28-ə bir dənə rəng channel var idi. Qalan hissəsini izah etməyə ehtiyac yox deyə düşünürəm. Yenə olduqca şeydir, effektivdir, olduqca geniş şəkildə istifadə olunur. Hətta yəni bu batch normalization əlavə edəndən sonra əslində bu training vaxtını azca yavaşladır. Nəyə görə yavaşladır? Çünki əlavə hesabatlar etməlisiniz. Doğrudur. Orada moving min hesablamalısınız, moving variance hesablamalısınız, əlavə hesablamalar etməlisiniz. Daha yavaşdır, amma ki sabitləşdirdiyi üçün daha az training vaxtına ehtiyac olur. Bu da ki nəyə çıxardır? Daha ümumi vaxt aşağı düşür. Yəni training vaxtını belə aşağı düşür, salır. Ümumiyyətlə bir hesabatın vaxtını artırır, amma daha az epox'a lazım olduğu üçün, minimuma çatmaq üçün training vaxtını belə aşağı salır. Şeydə yaxşıdır, regularize belə edir və s. Yəni olduqca effektivdir. İndi o regularization və s. haqqında danışacağam. O slaytda daha ətraflı belə üzrdən demək istəmirəm. Amma belə olduqca effektivdir və bizə bu formata götürüb sadəcə layerlərin arasına əlavə etdik. Bu NLP-də daha çox layer normalization istifadə olunur. İndi o qədər danışaram. Amma ki belə computer vision'da və s. geniş şəkildə görəcəyiniz layerlərdən biridir. Bu qədər. Məncə çox da şeydir, çətin deyil deyə düşünürəm.
Kimisi sual var bura qədər? Okay, yox da. Bir də bunu deyim, bunu kesin dərs demək istəyirdim. Bunu Android Neo2-lə də görmüşdüm. Aslında çox tətbiq etməmişəm, amma yəqin ki, bundan sonra edəcəm. Təəssüf ki, düzdür, son zamanlar neural network etmirəm. Hansı ki, etməyə çox istəyərdim, amma deməli, ümumiyyətlə bu wait initialization barədə danışmışdıq, doğrudur. Artıq bir hansı activationdan hansı initializationdan istifadə etməyi və s. haqqında danışmışdıq. Bir də tövsiyə olunan kitabda da bu qeyd olunub. Misal üçün, nə demişdik, bu reload-dursa bunu seçsin, budursa və s. Amma output layer-da isə çox nə tövsiyə olunur? Output layer-da wait-ləri bölün 10-a deyə tövsiyə olunur. Hətta praktikada istifadə olunur. Nəyə görə bu istifadə olunur? Bunu deyim, bu bəs normalizasiya bağlı deyil, sadəcə yadıma düşdü, istəyirəm ki, bunu da deyim. Çünki əgər bütün parametrlər 10-a bölsəz, bütün ümumiyyətlə çıxan nəticələrin hamısı bir-birinə yaxın olacaq. Yaxşı. Yəni model əmin olmayacaq qaytardığı cavabdan. Yəni hər şey bərabər probability verəcək. Aydın A klassına da, B klassına da, C klassına da bərabər şey verəcək və vaxt keçdikcə yavaş-yavaş öyrənəcək və bu daha yaxşı variantdır. Nəinki model özündən əmin şəkildə səhv etməyəcək. Çünki başlanğıcda bir parametr digərinə böyük olar, model ona daha çox ağırlıq verər. Düzdür, model bunu düzəldə bilər adətən, amma ki, yəni daha əlavə addımlarda və s. ümumiyyətlə daha çox tövsiyə olunur. Bu 10-a bölün. Yaxşı, model hər şey bərabər probability versin. Sadəcə output layer'da. Burada weightləri götürürsünüz, ona bölürsünüz. Və bu adətən daha çox istifadə olunur. Maraqlıdır və tövsiyə edirəm ki, bunu edin. Sadəcə əlavə not olaraq dedim ki, biləsiz deyil. Okay, bura qədər sual var. Okay, ondan sonra bizdə var named buffers var idi. Deyildi bu. Sonra mən səhv şey baxıram. Bilmirəm. Okay. Okay, əmin deyildim. Zaten sayılır mı? Yəni ki, sayılır. Hadi sayılar neyi saymasına. Deməli, və belə edəndə sadəcə biz burada nəyə görə bilirik? Burada running mean və running bu isə sadəcə yenə, əgər paper oxumusunuzsa, bu running mean və running var nə ilə kifayət qədər aydın olmalıdır. Deyim kimi, saytda da izah edəcəm sonradan, amma oxuyun. Demişdim ki, paper oxuyun, bunu təzə izah edən deyirəm, kiməsə maraqlıdırsa bu formatda oxuyar. İndi, batch normalization son bir versiyası var, bunu da yazım və beynə bitirək. Bu batch normalization paper'ın əslində tövsiyə olunur ki, nə tövsiyə olunur? Layer'ı yazın, batch normalization'ı activation'dan əvvəl gəlsin. Yaxşı, yəni birinci linear yazacağıq, sonra batch normalization yazacağıq, sonra bunu yazacağıq. Deyərsiniz ki, hansı yaxşıdır? Açığı dəyişən fikirləri var. Bəziləri deyir belə yaz, bəziləri deyir elə yaz. Açığı böyük bir fərq olduğunu şəxsən düşünmürəm. Fikirlər də dəyişir. Hansından istəsəz istifadə edə bilərsiniz. İndi bu növbəti yazılan variant biraz daha az sürətlidir əslində. Kiçik bir, çox kiçik bir miqdar səbəbən deyəcəm. Amma belə açıq aralığında böyük bir fərq varmı? Yox, heç nə yoxdur açıq deyə düşünürəm. Okay, bu da yaxşıdır. İndi gəlin bunu yazmağa başlayaq. Sonra buradan məsələn gedək. 1 vurulsun 28. 1 başı 28 vurulsun 28 cavabını yazа bilərəm. Belə yazın daha aydın olduğunu düşünürəm. Qarşıladım. Okay, deməli, digər tövsiyə olunan variantsa, daha çox wallpaper'da və s. tövsiyə edilən variantsa budur. Burada isə artıq nə edirik? Deməli, bu batch normalization activation'dan o linear layer'ın arasına yazırıq. Yaxşı. Və bu zaman bias'e ehtiyac yoxdur. Çünki onsuz bunun içərisində bias var. Əgər deyim paper yəni oxumusunuzsa. Onun üçün şey deyə bilərsiniz. Bias bərabər false yazırsınız ki, okay, hesablama. True da olsa error qaytarır, yox da bir error qaytarmır. Amma bu onsuz onu sıfırlayır da bir növ. Onun üçün ehtiyac yoxdur.
Və bu daha azdır, daha sürətli. Çünki o istəyənsən buy sitəsini yazmırsın. Dəhşət böyük bir fərq edir ya etmir, amma yenə də. Və yəni paperda tövsiyə olunan variantı bu. B də yaza bilərsiniz, B də yaza bilərsiniz. Çünki aralarında böyük bir fərq görməmişəm. Amma istəsiniz eksperiment edə bilərsiniz özünüz üçün. Okey, bu qədər. Başqa bir şey yoxdur bu günlük. Deməli, kimsə bir sual var? Okey, düşünürəm ki, yoxdur. İndi gəlin tez bir iki sual verim, sonra sual verin dediyim kimi məsələn hardasız bilmək istəyirəm. Deməli, bu arada kitabı demək kitabda neçənci səhifədəyik? Biz 530-540-da olaraq deyə düşünürəm. Kim hardadır? Zəhmət olmasa deyin ya da ki yazın. Chapter 11 təzə başladı. Kitabda yeni chapter hansıdır? 11 tamam. Ayşə xanım siz? Deyəsən. Mən 529. Süper. Okey, əlasız. Tamam, süper. Aslında hamınız 11-ci chapter yazasınız. Süper, əlasız. Bu arada özünüzü təbrik edə bilərsiniz əslində indidən. Kitabın təqribi son 200 səhifəsi onsuz da böyük bir şey deyil. Kitabın təqribi artıq yarısını bitirmişik. Düz vaxtımızı aldı. Əlavə şeylər də çox etdi arada. Amma yenə də yaxşı gedirsiniz. 500 səhifəsini pis deyil. Ömrünüzdə bir də kitab oxumuş. Tamam zaten. İndi bir də ki kursda bu deep learning ilə bağlı göndərdiyim kursdan hansı hissədəsiz? Məndə week 2-dədir. Okey, tamam. Week 2. İkinci kurs. Okey, tamam, süper, əla. Bu arada deyim ki, sertifikatlar məcburi deyil, amma ki, indi almanızı tövsiyə edirəm. Ayşə xanım, sizdə dəhşət şərt deyil, çünki siz yaxşı bir yerdə müəyyən qədər olmusunuz. Düzdür, çox bir şey etməmişsiniz, amma en azından adı var. Alıram, çalışıram alım. Tamam, deməli, Xürney xanım, Hafıza bəy, sizdə isə çox tövsiyə edirəm ki, sertifikatları alın, çünki experience-iniz yoxdur, intervyu çağırılmalısınız da bilik kifayət. Yəni biliyiniz ola bilər, amma intervyu çağırılması nəsə olmalıdır CV-də ən azından. Okey, o kursa da baxın, belə pis deyil, əslində pis etmirsiniz deyə düşünürəm. Amma hələ göndərəcəyim şeylər var. Bu kursdan əlavə başqa kurslara da göndərəcəm. Yəqin ki, göndərəcəm. Elə bu kitabdan sonra başqa oxumalı olduğumuz bir kitab da var əslində. O da 500 səhifə falan deyə yəqin ki, deyə düşünürəm. Heç onda bu günlük bu qədər. Gələn dərs görüşərik. Sağ olun, özünüzə yaxşı. Bir də şey deyim, bitirməzdən əvvəl adı nə idi onun? Kaggle-dan bir dənə dataset atacağam, yaxşı. Onunla bağlı bir dənə neural network düzəldərsiniz. Yaxşı, okey, yaxşı fikirdir, bunu edim. Çünki çoxdan kod yazmırsınız. Kaggle-dan bir dənə dataset atacağam. Bir dənə neural network düzəldin, dərin neural network düzəltməyə çalışın. Dərin dediyim, ən azından 20 dənə falan layer olsun. Loop'dan falan istifadə edə bilərsiniz layerlər yazmaq üçün. Və o həmin modeli train edəndə yaxşı activation, yaxşı initialization və s. yoxlayın. Yaxşı. İndi hər dərs keçdikcə onu əlavələr etmək istəyirsiniz. Məsəl üçün indi gələn dərs optimizationlarla tanış olandan sonra yeni optimization'dır. Sonra best normalization əlavə edin, odur, budur və s. belə bir şey edəcəksiniz. İndi data daşıdı önemli deyil. Ayrı klassik neural network düzəldəcəksiniz. Siz bu öyrəndiklərinizi tətbiq edək. Yaxşı? Bu qədər. Heç sonra sağ olun, özünüzə yaxşı baxın, gələn dərs görüşərik. Yəqin ki, sabah da dərsimiz olacaq bu arada. Sağ olun. Hı-hı.